Sabahınız xeyir. Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Kimya krallığından sizi salamlayıram. Artıq vadini dəyişib kimya krallığı qoyacağıq ya da imperatorluq. Nə tərsiz uşaqlar, vəziyyətiniz necədir? Necə gedir dərsləriniz? Zəfərsiz. Biz də yaxşıyıq, şükür. Yaxşılıqdır. Artıq vadini dəyişib krallıq qoyacağıq. İnşallah. Hə, uşaqlar artıq bu günləri mükəmməl bir dərs olacaq inşallah. Müəllim, eyləri sınağı nə vaxtdır? 27'si. 27'si olacaq inşallah. Biraz gecikdik. Sualları da yazmışıq, hazırdır. Tamam benim. Leyli deyil, kimya cəhənnəmi olsun kanallar. Salam Nuray, salam, salam. Salam uşaqlar, hər birini salamlayıram. Yo, normal sınaqdır, standart. Situasiyanı normal salmışıq. Amma bir iki dənə qəşəng sual var. Yəni, həqiqətən mükəmməl bir iki dənə sual var. Mükəmməl. Yəni, deyərdim ki, analogu olmayan iki üç dənə qəşəng sual var. Zaten hər sınaqda 2-3 dənə fərqli sual olur. Qalanları standart. Dimin tam standartlarına uyğundur. İnşallah ki, bəyənərsiniz. Bəyənməsə də canınız sağ olsun. Olsa da hər şeyi bitirmişik. Belə, uşaqlar, özümüz yazmışıq. Bəli, bəli, öz bostanımızın məhsuludur. Öz bağımızdan yığmışıq. Salam, salam Şahmətin, salam. Uşaqlar, bu günləri biz sizinlə artıq deməli, bəli, bəli, qəşəng suallardır. Elə redaksiyasıyla məşğulam. Bir dənə sual vardı. Uşaqlar, öz yazdığım sualda həllini eləyənmədim, qaldı. Hə, öz yazdığım sual da həll edə qaldım. Yəqin ki, o sual dəyişəcəm. Sualı yazmışam, həlli yadımdan çıxır nətəridir. Və belə bir durum var. Nəsə, mən niyə bunu dedim, özüm də bilmirəm. Salam olur, salam. Hə, və belə, salam Nəzrin. Və nə qədər salamlaşdıq. Və başladı dərsə. Hə, və belə bir durum. Nəsə, və belə şeylər olur uşaqlar. Deməli, hörmətli şagirdlər, bu günlər biz sizinlə mürəkkəb efirlər, yağlar, sabun və sintetik yuyucu vasitələr, ariyel, paraşok və ən nəhayət karbohidratlardan deməli, dimin qəbul imtahanlarında istifadə etdiyi test nümunələrinə birlikdə baxacağıq. Ya Allah, ya Allah, ya Bismillah deyib getdik. Hə, bəli, bəli. Uşaqlar, deməli, mükəmməl, super bir materialla, uşaqlar, materialı cəmi bir dənə texniki, mexaniki bir dənə sualda hidrogenlə siyah üçün yeri dəyişik düşmüşdü. İnşallah ki, onu da düzəldəcəyik. Hə, nəzirlə sualı həll eləyəsiniz. Sürəyyə ki, atın o sualı həll eləyəsiniz. Kimiz yox, ehtiyac yoxdur. O sualı, böyük ehtimal ki, o sualı, əgər o sualı özüm həll eləyə bilsəm, yerləşdirəcəm sınağa. Həll eləyənməsəm, heç qaldı. Bax, belə bir durum. Bəli, bəli. Hə, uşaqlar, başlayaq yavaş-yavaş görək başımıza nə gəlir. Uşaqlar, Tamam, daşır. Salam, salam, salam. Hansı sualdır? O sınaqda görərsən inşallah, olur. Yəni, sınağın TTF-sı onsuz da paylaşılacaq böyük ehtimal ki, imtahana gedib iştirak edə bilərsiniz. Standart, belə orta, ağır imtahan olacaq inşallah. Ya Allah getdi uşaqlar. Başlayaq yavaş-yavaş. Deməli, uşaqlar, bu PDF-imiz nə idi? 4-cü qruplar üçün 2008-2024-cü il aralığında keçən ildə daxil olmaqla, birinci, ikinci il daxil olmaqla mürəkkəb efirlər, yağlar, sabun və sintetik yuyucu vasitələr və karbohidratlardan qəbul suallarıdır, mövzu dinamikasıdır və artıq bura qədər demək ki, bütün mövzuların dinamikasına baxmısınız. Salam səbirə. Və inşallah bu günlərdə bu mövzuları incələyəcəyik və bununla da artıq bizim üzvü kimyadan son 2 bölməmiz qalıb. Allah qismət eləsin, sonra qeyri-üzvüyə başlayacaq. Qeyri-üzvlə belə gələcək bu arada. Qeyri-üzvlə mükəmməl şəkildə təkrarlayacağıq. İnşallah yaxşı olar. Buraxış imtahanı biraz ciddi boşluq yaradıb bizdə. O boşluqları düzəltməyə çalışırıq hal-hazırda. Onun üçün döyüşürük bildiyiniz. Tamam, başda suallarınızı verin. Daha salamlaşdıq, sağollaşdıq, problemləri danışdıq. İndi testləri həll edək. 1-dən 5-ə qədər sual. 1-dən 5-ə qədər sual. Çəkinməyin, utanmayın. Suallarınızı verin. 1-dən 5-ə qədər sual. Aha, görək nə sualları var. 1-dən 5-ə qədər. Aygün deyir 2. 5-ə baxaq. Mənim 2. vaxtımız qalacaq, gerizdə boşladı. Hə, inşallah qalacaq. Niyə qalmır ki? Allah saxlamış. Daha görün, hər gün dərslər keçirik inşallah. İkinci və dördüncü sualları soruşurlar. Tamam. Tamam. Aha, yaxşı, yaxşı. Əsəbləşmirik. Şöyle deməli, ikinci suala baxırıq. Sualı götürək buradan, sualın xəttinə dəyməyək. Deməli, sualda nə yazır? Səbirli olun. Bir əsasda dönmüş karbon etil spiritin reaksiyasından. Şöyle karbon turşusunu bilmirəm kimdir. Üzərinə gəlirəm etil spirit. Etil spiritdə bilirsiniz ki, C2H5OH-dır. Və reaksiya nəticəsində nə əmələ gəlir? Mürəkkəb efir və 1 molda su. Şöyle mən demişəm də həmişə sizə. Ümumiyyətlə, karbon turşusu RCOH-dır. Üzərinə gəlinsin spirit, deməli ROH. Burada turşudan OH, spiritdən H çıxır və reaksiya nəticəsində nə alınır?
RCOO nəsli ola bilər, belə də ola bilər və plus su. Yəni mən bunu ümumi şəkildə belə yazıram. Və bu 20.4-dür, bu 3.6-dır yazdım. Suyu bilirəm 18-dir. Şu 18 neçə dəfə azalıb? 5 dəfə azalıb. Və mən nə edirəm? Deməli 20,4-ü 5-ə vururam. Şu 20,4-ü 5-ə vuran neçə edir? Mən kalkulatorumu götürüm, yoxsa Fərid buradadır. Fərid buradasan? Yox, burada deyil Fərid. Fərid bizim dərsə qoşulmuyor deyəsən. Deməli 0.2. neçə elədi? Buradayım ben. 20, 14, 5, 102 edilmiş. Görsən mükəmməl riyaziyyatı varmış onun da. Və belə şu an bu 102-dir, bu 18-dir. Maddə kütləsinin saxlanması qanununa görə bu 46-dırsa bunu nə edə bilər? Tapa bilərik də. X plus 46 bərabər 102 plus 18. 102-ni 18 cəmləyirik. Çıxırıq neçəni? 46-nı. 88. 74 edilmiş. 74 eləyir. 100. 74 edilmiş uşaqlar. Bəs salam, cavabımız oldu A variantı. Heç nə lazım deyil. Karbon spirit mürəkkəb efir su. Uşaqlar sadəcə burada suyu 5 dəfə azalıblar. Mən də sudan 5-ci dərsimdə Fərid deyilən 5-ci dərs. Hə, Fərid, elə bildim bizdən 5-ci dərsindir. Sən çoxdan bizdənsən. Hə, yəni bu sənin 5-ci dərsində. Bildim, Fərid, bildim. Bilirəm, başa düşürəm. Yorğunsa da bu mənim 18-ci dərsimdə. Nə olsun? Qrupun riyaziyyatı mükəmməldir. Bəli, bəli. Güzel, qrupun riyaziyyatı mükəmməl. Aydın oldu uşaqlar bu sual. Kim aydın olmadı? Süreyya xanım, başa düşdün sualı? Yox. Bəli, müəllim, başa düşdüm. Sonra keçək növbəti 4-cü suala. Uşaq, bugün var qəbulları tez bazar. Ümumiyyətlə, işimiz çoxdur bu günləri. Müəllim, İnanırsan. bütün başa salındı zəhmət olmasa. Yaxşı, üçü də başa salaq, zəhmət olmasa. Deməli, üçü başa salırıq, görə nə? Deyil, məhsulun praktiki çıxımı 50% olarsa, bizə genetik mühəndislik bilmirəm, valla. Desən olmalı, təzə açılıb ortası desən, genetik mühəndislik. 2011 şifr almaq üçün metil spirit ilə neçə qram sirkə turşusu reaksiyaya daxil olmalıdır? 2 mol mürəkkəb efir almaq üçün. Uşaqlar, 2 mol mürəkkəb efir almaq üçün metil spirti ilə neçə qram sirkə turşusu? Uşaqlar, deməli sirkə turşusu CH3COH-dır. Üzərindən metil spirti gəldirəm. Efirləşmə reaksiyasında turşudan H, spiritdən H çıxırıq. Və reaksiyasından alınır, belə bir şey alınır və su ayrılır. Və biz buna nə deyirik? Mürəkkəb efir deyirik. Arkadaşlar, baxın, özünüzü qorxutmayın. Adam deyir 50%-dən 50%-dən 2 molu almışam deyir. 50%-dən uşaqlar 2 molu alıblar. Mən də deyəcəm ki, yaxşı, sən 50%-dən 2 molu almısansa, bəs 100%-dən alsaydın, nə qədər alardın? Cavab neçə eləyir? 4 mol. Bəs salam, gətir bura 4 yazdım. 1 molu almaq üçün, sən nə qədər sirkə turşusu lazımdır? 60, buna da bir x denən, buradan x-i tap, 240. Cavabımız olacaq D variantı. Başa düşdünüz uşaqlar 3-cü sualı. O ki var deyir uşaqlar, baxın, o ki var sizə deyir ki, məsələn, bu qədər faizdən almışıq. Artıq uşaqlar onu alıblar. Sən tənasübə gətirmək üçün, yəni burada nəzəri hesablama gətirmək üçün 100%-dən işləməlisən. 50%-dən kim olarsa 100%-dən nə qədər alınardı? 4. 1-ə 64-də targetdə burada nə var ki? Belə. Keçdik növbəti 4-cü suala. Vaxtımız az, işimiz çoxdur. Uşaqlar 4-cü sualımızda görək nədən söhbət gedir? 4-cü sualımızda. Hə, Ayşə, hərbi həkim ancaq oğlanlar üçündür. Keçən il 4-5 dənə şagirdimiz ora qəbul olub, yəni sırf oyun istədiyi üçün də. X maddəsinin molekulunda bir dənə pirabitə var. Uşaqlar, aydın məsələdir, burada X maddəmiz kimdir? R, C, oksigenin biri bura, biri də bura L2. Aydın məsələdir ki, burada bir dənə pirabitə onsuz da var. Burada karbonla oksigen arasında deməli bir dənə pirabitə var. Onu əmələ gətirən doymuş bir atomlu spirti, diqqətlə qulaq as, onu əmələ gətirən doymuş bir atomlu spirtin oksidləşmə məhsulu propanaldır. Propanal nədir? Aldehiddir. Deməli, bu spirtimizin oksidləşməsi aldehiddirsə, deməli, bu spirt neçəli spirtdir uşaqlar? Birli spirtdir. Vəssalam. Çünki bunun oksidləşməsi nə verir bizə? Aldehid verir. Deməli, R2-ni tapdıq uşaqlar. R2-miz kimdir? R2-miz CH3, CH2, CH2 və budur. Davam edirəm. Deyək ki, X və Y molekulunda cəmi 8 karbon var. Cəmi 8 karbon var uşaqlar. Deməli, X maddəsinin molekulunda bir dənə pirabitə ona əmələ gətirən dönmüş bir atomlu spirin oksidləşməsi propanaldır, tapdıq. X və Y də cəmi 8 karbon var. Cəmi 8. Uşaqlar, deməli, baxaq görə burada nə qədər karbon. Bəlkə bir R2-ni silib bunun yerinə yazaq bunu, bizi çaşdırmasın. CH2, CH2, CH3-dür. Burada nə qədər karbon var? 1, 2, 3, 4. 4 karbon buradadır. 4 karbon buradadır. Əslində biraz variantlar. Uşaqlar, bəlkə bunu variantlardan tapaq. Bir molekulunda cəmi 8 karbon. Bir dəqiqə baxın. 1, 2, 3, 4.
4 dənə buradadır, 4 dənə buradadır. 4 buradadır. Deməli, bizim toplam neçə dənə karbonumuz qalır? 4 dənə karbonumuz qalır. 4 dənə nəyimiz qalır? Karbonumuz qalır. R2-ni bilirəm. R2 propildir. R2-miz kimdir? Ya cavabımız A-dır, ya da nədir? C-dir. Uşaqlar, biraz variantlara mı getməliyik burada? Bəlkə situasiya sualı. Yox, bunu tapmaq olmaz axı. Bunun başqa variantı yoxdur. Burada variantlara getmək lazımdır. Hə, bunu ancaq variantla. Bir başqa variantı yoxdur bunun uşaqlar. Başqa variantı yoxdur bunun. Əgər burada R1-imiz etil olsa, əgər R1-imiz etil olsa, R1-imiz etil olsa, olurmu R1-imiz etil olanda? Baxaq, R1-imiz etil olsa, C2H5O, deməli, yerdə neçə dənə karbon qaldı? Aha, burada da nəsə olmalıdır. Bir dəqiqə səbirli olun uşaqlar. Bunu yoxlamaq lazım. Bunun başqa variantı yoxdur. Hə, başqa yolu yoxdur bunun uşaqlar. Ancaq bunu yoxlamaq lazımdır. Hə, başqa çarəmiz yoxdur burada. R1 metildir. Hə, R1 metil olanda ödəyir. Baxa bir dəqiqə. Ya cavabımız, hə, onsuz da ya cavabımız A-dır, ya da C-dir. Ya cavabımız A, ya da başqa variant yoxdur onsuz da. Başqa variantımız yoxdur. İndi yoldaşınız deyir ki, R1-imiz metildir. Tamam, yazaq onu da R1 metil. Bu metil olanda, avtomatik olaraq uşaqlar burada deməli R3-ümüz nə olmalıdır? R3-ümüz. R3-dən burada da R1 metil olanda, burada metil qoyuram. Deməli, bizə neçə dənə karbon qaldı uşaqlar? 2 dənə karbon qaldı. Vəsə, ödəyir. Hə, Uğur deyir ki, müəllim, cəmi 8-dir. Oradan da metili tapırıq R1. Vəsə, düz deyir də. R1 metildir. Və burada yerdə qalır etil C2H5. Vəsə, bu R1-dir. Bu da nədir uşaqlar? Deməli, R3-dür. Cavabımız olur C variantı. İndi mənə deyə bilərsiniz ki, ay müəllim, bu birisi niyə ödəmir? Aha, o niyə ödəmir? Deyirsiniz ki, müəllim, nəyə görə A variantını seçmədi? İndi onu da sizə deyim. İnşallah fərz eləyək ki, R1-imiz nədir? R1-imiz etildir. Fərz elə R1-imiz etil olsa, olacaq da deməli C2, H5, C oksigen, O, CH2, CH2, CH3. Bu neçə dənə karbon var uşaqlar? 1, 2, 3, 4, bu da 2, 6 karbon qaldı. 6 karbon qaldı uşaqlar. Daha sonra 2 karbon qaldı. İkisinə belə 8 karbon var idi axı. Və indi nə edirik biz? Baxırıq ki, cavablarda uşaqlar, cavablarda. Axı bu radikallar fərqlidir. Bu radikallar fərqlidir. Yəni burada biz qoyduğumuz radikal əgər etil olsa, biz bura etil qoysaq, belə bir cavab da yoxdur. Cavablar, uşaqlar, ancaq cavablarla, başqa variant yoxdur burada. Ancaq cavablarla gedir. Elə deyil? Ancaq cavablarla gedirik. Başqa variantımız yoxdur. Yəni bir dənə burada bildiyimiz tək şey bu propanaldır. Propanal əgər aldehidsə, deməli bizim spirtimiz birli spirt. Bunu tapandan sonra artıq 1, 2, 3, 4, deməli 4 dənə karbon burada var. Toplam ikisində bir yerdə 8 dənə karbon varsa, artıq bizim 4 dənə karbonumuz qalır. 4 dənə karbonumuz qalır. Onu da variantlarla tutuşdururuq. Onu da variantlarla tutuşdururuq. Başqa versiyamız yoxdur. Onsuz da bizim radikalımız R2-nin propil olduğunu bilirəm. Avtomatik məndə ya cavab A-dır, ya da C-dir. Ondan sonra yoxlayırsan da bir-bir. Və cavabımız C variantı uyur. Həqiqətən bura metil qoyanda qalır yerdə 2 dənə karbon qalır. Elə deyib, bir də bura qoysan metil, qalır 2 dənə C2H5. Yəni yoxlama yoludur. Başqa versiyası yoxdur zaten. Nə deyir Uğur? Deyir müəllim, etil qoysaq karbon sayıları çox olur deyəsən. Hə, düz. Etil qoysaq karbon sayıları çox olur, bəli. Bax belə. Keçək növbəti 5-ci suala. 5-ci sualı. Şu an yenə deyirəm, bu suallar əslində görə çətin sual deyil. Sadəcə bir balaca diqqət tələb edən sualdır. Baxaq sellozanı. Götürək bu sualı. Selloza. Selloza molekulunda 43.000 proton varsa. 43.000 proton. Şu an deməli sellozanın formulu nədir? C6H10O5 neçə dəfə? N dəfə. Və burada proton sayı. Bir karbonda 6 proton var. 6-nı vururam 6-ya. 36. Bir hidrogenin 1 proton varsa 10. Üzərinə gəlirsin. 5-i 8-ə vururam 40. Cəmi eləyir 36, 10. 46, 40, 86. 86 N bərabərdir 43.000. Şöyle burada N'i tapın da biliriz nə olar. N neçə edir? 500 mənim 500. 500'ü. N elədik 500'ü. N'i tapdıq 500. N'in 500 olduğunu bildik. N'in 500 olduğunu bildik. Və uşaq bilirsiniz də selloza C6, H7, O2, OH neçə dəfədir? 3 dəfədir. 3 dənə hidroksi qrupu var. Və N'i də tapdıq 500. Sonra burada OH, neçə dənə OH qrupu var burada? 500'ü vur 3'ə 1500. 1500 dənə nə var burada? OH var. Deməli uşaqlar, bunun tam efirləşməsi üçün neçə dənə OH lazımdır bizə? 1500 dənə OH lazımdır. Çünki efirləşmə reaksiyasına turşudan OH, spirtdən H çıxır axı. Və mən uşaqlarım 1500 dənə nə götürürəm? 1500 nə götürürəm uşaqlar? Sirkə turşusu götürürəm. 1500 nə götürürəm uşaqlar? 1500
sirkə turşusu götürürəm. Yəni HOOC, CH3. Həqiqətən burada 1500 dənə OH var. Burada 1500 dənə H var. Sonra etkiləşmə reaksiyası turşudan OH, spirtdən H çıxır. Yəni cavabımız olacaq C variantı 5-ci sualda. Aydın oldu uşaqlar? Hacım 5-ci sual aydın oldu mu? Aydın oldu. Niyə? Əslində sual biraz qüsurludur. Nəysə, indi onu qusturundurub araşdırmanın yeri bura deyil. Sonra keçən növbəti suala. 8-ə qədər sual. 8-ə qədər sual. 56. Səbirli ol, çox uzaq getmə, çox uzaq getmə, səbirli ol. 6 yoxsa 26? 6. Hə, 6 dedim, nə oldu ha bunlara 26 yetirdi başa. Dezoksiriboza. Dezoksiriboza nədir uşaqlar? C5, H10, O4-dür. Oksijeni çıxarmış riboza deyirlər buna. Bir uşaqlar 4 atomlu, deməli diqqətlə qulaq asın uşaqlar. 4 atomlu aldehid spirtdir. Uşaqlar bilirsiniz də monosaxaridlər glukoza, fruktoza, riboza, dezoksiribozanı keçirik. Biz və bunlardan fruktoza, keton spirtdir. Qalanları aldehid spirtdir. Mən demişdim OH-ların sayı oksigenlərin sayından nədir? Bir dənə azdır. Yəni burada 4 oksigen varsa, deməli OH-ın sayı neçə dənədir? 3 dənədir. Deməli bu yalandır. H2-lə reaksiyon 5 atomlu spirt alınır, bu da yalan. Çünki bunun 3 dənə OH-ı varsa, bizə dezoksiriboza belədir. Əvvəl 1, 2, 3, 4, 5 dənə karbon çəkirsən, axıra aldehid qrupunu qoyursan və burada 3-cü karbondan başlasan OH-ları eləməyə, düzməyə. Burada 3 dənə OH var uşaqlar. Hidrogenlər də bu şəkildə düzüldü ki. Və burada 3 dənə OH var. Bu hidrogenləşəndə uşaqlar OH-ın sayı bir vahid nə edir? Artır. Yəni üzərinə hidrogen gəlsən, pir abitə buradan gəlir. Hidrogenin biri bura birləşir. Yəni bu əvvəl qalır yerində, sadəcə sonunda bir dənə də OH gəlir. Başa düşdünüz? Ya Allah. Bax belə. Yəni olur 4 atomlu spir. Yəni bu da səhvdir. Hidroliz etmir. Bu düzdür uşaqlar. Çünki monosaxaridlər hidroliz eləmir. Aydın oldu. Çox sağ ol, deyil, çox sağ ol. Biraz soyuqlamışam deyəsən. Sağ ol şimdi. Bax, başa düşün necə uşaqlar, hidroliz eləmir. Çünki monosaxaridlər hidroliz eləməz. O zaten özü monosaxarid. Nətər hidroliz eləsin? Gümüş güzə daxil olunur. Yalandır. Niyə daxil olunur? Aldehid qrupu var. Disaxariddir. Bu da yalandır. Bu monosaxariddir. Sağ olun uşaqlar, çox sağ ol. Bax belə. Keçək növbəti 7-ci suala. 6-cı sual aydın oldu uşaqlar. Davam edək növbəti 7-ci sualla işimizi, prosesi davam etdirək. Deməli uşaqlar, metil formiat. Metil formiat nədir uşaqlar? Qarışqa turşusu ilə, yəni formiat turşusu ilə metil spirtinin reaksiyasından alınan bir maddə. Buradan OH çıxsan, buradan H. İnansan o qədər OH çıxmışam da, inansan adı nədir? Çölə çıxanda OH-la H-ı birləşdirib su çıxıram. Belə şey olmaz. Hər misalda da o qədər OH çıxma olar. Dünəndən bir ancaq bunu edirəm. OH. Böyle olan metil formiat budur uşaqlar. Metil formiat. Bilsən də spirt deyib sonra turşun deyib də. Böyle olan burada neçə dənə karbon var? C2H4O2. Və yanmasından alınan karbon qazı dediyinə görə birbaşa CO2 yazıram. Mən neyimə lazımdır? Oksigen, suza. Burada karbonları bərabərləşdirəm. 1 moldan 2 alınırsa 0,1-dən nə qədər alınır? X deyirəm. X bərabərdir 0,2 karbon qazı. Əhəng suyu nədir uşaqlar? Əhəngli su. Əhəngli su bilirik ki, kalsiyum OH2 ilə burada əhəng suyunda nə var idi uşaqlar? Su var idi. Və bura karbon qazı gəlirəm. CO2 ilə su mənə nə verir uşaqlar? CO2 ilə su. Mənə H2CO3 verir. 2 dənə H ilə 2 dənə OH nə edir uşaqlar? 2 dənə su edir. Və yerdə nə qalır? Kalsiyum CO3 çökür. Və suyun birini buradan atıram, birini buradan atıram. Bu tənlik demişdim sizə, duzların alınmasında Parküs videosudur bu. Bildim necə? Bir 48 saatlı yatmıram. Kim eləmişəm? Dərs qutasını yatacam. Həqiqətən bu uşaqlar çox əziyyət çəkirlər. Bu uşaqlar əziyyəti yerdə qalmamalıdır. Bu uşaqların əziyyəti yerdə qalsa gedib intihar edəcəm mən. Özümü atacam bir yerdən. Deməli uşaqlar burada 1 mol daxil olana nə qədər söküntü alınır? 100 alınırsa 0,2 nə olacaq? Buna da bir A deyək. A da bərabərdir 20. Cavabımız olacaq E variantı. Aydın oldu 7-ci sual. Orada niyə su gəldi? Şaməddin axı deyir, axı məhlul deyir. Əhəngli su deyir. Bilirsən, biz elə öyrəşmişik, ay Şaməddin. Biz öyrəşmişik ki, kalsiyum OH2 plus CO2 elə əzbərləməyə öyrəşmişik. Kalsiyum karbonat, söküntü 1 mol su. Biz bunu kitabda belə görürük. Bildin mi necə Şaməddin? Kitabda biz belə görürük bunu. Amma bunun mən sənə mənasını izah edirəm. Yəni CO2 ilə H2CO3 verir. 2 dənə H ilə 2 dənə OH çıxır, elə 2 dənə su. Riyaziyyatda suyun birini buradan atırsan, birini buradan atırsan yuxarıdakı tənlik qalır. Onu izah eləməyə çalışıram. Sən oğulsan da, sən başa düşməlisən, mən başa düşməli deyirəm ki. Keçək növbəti suala.
8-ci sual. Xoşum gəldi. Bəyəndin hə? Fatimə deyir, xoşum gəldi. Mənim də xoşum gəldi. Mən də bəyəndim bu söhbəti. Deməli, uşaq 8-ci sualda dərhal nə edirik biz 8-ci sualı? Uşaqlar, deməli, ilk öncə n-i vururam 12-yə. 12-yə üstə gəlinsin, 2-yə üstə gəlinsin, 16-yə. Uşaqlar, MR-i tapıram da. Bildiniz necə? MR-i tapıram. MR-i tapıram. Deməli, n-i vurdum 12-yə, 2-yə, 2-ni vurdum 1-ə, n-i də vurdum 16-yə, bərabərdir 180-ə. 14, 16 neçə edir uşaqlar? 30 n bərabərdir 180, buradan n bərabərdir 6. Deməli, bizim maddəmiz kimdir? C6H12, O6. Deməli, uşaqlar, maddəmiz ya fruktozadır, ya da glikozadır. Uşaqlar, ya fruktozadır, ya da glikozadır. Amma gümüş güzü reaksiyasına daxil Glikoza. olmursa, Olmursa fruktoz. Evet, çok daxil olmasa fruktoza, çıtır, keton spirtdir. Hı. Uşaqlar, biz də deyirik ki, fruktozada asimetrik karbon demişdik. Bunu 1, 2, 3, 4, 5, 6 dənə karbon çəkdim. Keton qrupu qoydum, qəşəng belə gözəl göyçək. Bu ən yadından çıxdı, imtahandasan. Heç nə, sonra başlamış OH-ları düzməyə. Uşaqlar, bütün karbonlarda OH var burada, narahat olmayın. Bütün karbonlarda nə var burada? OH var. OH-ın sayı oksigen sayından burada bir dənə az olur uşaqlar. Və burada hidrogenləri düzürsən. Asimetrik karbon nə idi uşaqlar? 4 bir tərəfi müxtəlif olan, yəni sp3 vəziyyətində olan karbon və 4 bir tərəfi müxtəlif atom və atomlar qrupu olmalıdır. Və biz bu karbona asimetrik, yəni simetrik olmayan karbon deyirik. Aydın oldu mu? Simetrik olmayan karbon. Demək uşaqlar, həqiqətən üzr istəyirəm, bundan nə edirəm? Mən də onu çıxardım. Uşaqlar, bu asimetrikdir, bu asimetrikdir, bu asimetrikdir. Və burada neçə dənə asimetrik karbon var uşaqlar? Mən elə biraz karbonu çox çəkmişəm. 1, 2, 3, 4, 5, 6, 7 dənə deyirəm də. Karbonu bol elə. Karbonu bol eləmişəm uşaqlar. Olur, deyir, mayonezin bol elə. Mən də bunu karbonunu bol eləmişəm. Nəysə, bunun 3 dənə nəyi varmış uşaqlar? Deməli, asimetrik karbonu varmış. Uşaq, bu elə bir ki, C6, mən də 7 dənə karbon deyim. Sayırım, görüm 4 dənə asimetrik çıxır. Deyirəm, yəqin təzə şey kəşf olundu. Burada 3 dənə asimetrik var uşaqlar. 3 dənə asimetrik karbon var. Karbonlara doymuruq, hə, vallah. Karbon çox elə, karbonu bol elə. Bax belə. Uşaqlar, karbon çox çəkmişdim, ona görə asimetrik çox çıxdı. Cavabımız A variantıdır. Karbonu çox çəkmişdim uşaqlar. Elə bir ki, 7 dənə karbon çəkmişdim, ona görə asimetrik 4 dənə çıxdı. Yaxşı ki, əzbərə bilirdim, 3 dənə oldu mu? Belə bir, keçən dəfə Nəzrin belə bir qayda demişdi, Nəzrin xanım. Nəzrin demişdi ki, müəllim, bir dənə fruktozadan başqa, deməli, glikoza, riboza, dezoksiribozada asimetrik karbon atomlarının sayı oksigenlərin sayından 2 dənə azdır. Bir dənə fruktozada 3 dənə azdır. Belə bir qayda demişdi. Təbii ki, indi imtahana hazırlaşan uşaq üçün maksimum şəkildə nə qədər bir şey rahat yadda saxlamaq lazım olanda onu çox qəşəng olur. Və xoşum gəlmişdi o qaydadan ki, OH-ların sayı oksigenin sayından 1 vaid azdır. Bir dənə fruktozada bir balaca asimetrikdə 3 vaid az olur. Yəni 2 vaid az olur. Belə bir qayda demişdi və demək olar ki, ödəyirdi. Yəni o məsələni də deyib biləsiniz. O Nəzrin demişdi indi belə bir qayda demişdi. Demək olar ki, bir dənə fruktozada 3 çıxırsan, qalanları 2 dənə əksi olanda, deməli 2 çıxırsan, asimetrik karbonların sayını tapırsan. Sonra 10-a qədər sual. 10-a qədər sual. Ay cəmaət, ay xalq. Cələ deyir ki, mənim qəşəng, deməli, yadda saxlama qaydalarım var, yeni şeylər kəşf eləmişəm. Olar Cələ, mən bu şarjdan hər şey gözləyirəm, inansan. 10-a qədər sual, 10-a qədər sual. 10-a qədər sual var uşaqlar, 10-a qədər. 10-a qədər sual. Varmı 10-a qədər sual? Hörmətli şagirdlər, 10-a qədər sual. Fatimə xanım, 10-cu sualda bizim bir dənə mexaniki səhvimiz gedib. Bu hidrogen CH3 olmalı, yaxşı. Bizim bir dənə mexaniki səhvimiz gedib. Sonra deməli C3H7, deməli C3H7, C oksigen, O CH3 uşaqlar, bu bir dənəsidir. Və bunun deməli səbirli olun uşaqlar, bir dəqiqə səbirli olun. Bunun tərkibini bir dənə bunu yazaq. CH3, C oksigen, O C3H7. Uşaqlar, bizim 2 dənə mürəkkəb efirdir və təbii ki, izomerlərimiz doğru. Çünki niyə? Karbonların sayı burada bərabərdir. 3, 4, 5. Doğru uşaqlar, izomer maddələrdir bu arada. Yox, daha cərmələnmirik. Yeni qrupuna görə cərmələnmirik. İzomer edir uşaqlar. Sadə efirdə aiddir, nə əlaqə? Sadə efirdə bu nə deyəcək? Bu mürəkkəb efirdir uşaqlar. Yəni, bu sadə efir söhbəti
Bəli, qrupda qeyd eləmişdik. Hidroliz nəticəsində eyni maddələr əmələ gəlir. Uşaqlar, bunu hidroliz eləyəndə bilirsən də bunu buradan bölürsən. Üzərinə su gəlirsən də uşaq, dala qaytarırsan. Buna spirtə H verirsən. Turşuya nə verirsən, OH verirsən. Yəni C3H7, COH. Eyni qayda ilə bunu bölürsən, HOH. Bu spirtə H verirsən, C3H7, OH. Turşuya nə verirsən, hörmətli şagirdlər, nə veririk biz bura? OH veririk. Və oğlum, deməli, nə əlaqə? Yalan söhbətdir. Spirtlər, burada CH3OH alınır. Burada isə spirt C3H7OH alınır. Eyni maddə nədir? Alınmadı. Cavabımız yalnız bir D variantı. Aydın oldu. Bunu da bu arada məhbə demişdi qrupda Şahin müəllim. Bəs bunun belə deyək də, nəsə sualda uyğunsuzluq var. Biz də tapdıq ki, həqiqətən yoldaşınız düz deyirmiş. Eşq olsun deyirəm. Buradan da məhbəni salamlayıram. Keçək 11-ci suala. Daha uşaqlar, belə deyək də, yenicil indiyə qədər cərimələrin hesabladı 168.726 manat edirdi. Oradan artıq yavaş cərimələri silir. Uşaqlara biologiyadan dəstək olur, qruplar açır, onlara materiallar göndərir, artıq dəstək xətti davam etdirir. Məktəb öz işini görür. Jalə deyir yenidən cərimələmək istəyir materiala görə. Yox. 168.726 manat cərimə var. Ona lazım deyil məncə. Kifayətdir bu qədər. Onu ödəmək var. Deməli, bir hər gün bir material alsa siləcək cəriməsini. Sürədici toxunmaz hüququ vermişəm sənə. Belə uşaq davam eləyək növbəti bir məsələ ilə 11-ci sualdan. 17,6 qram etil asitatın hidrolizindən əmələ gəlmiş etanolun. Deməli uşaq etil asitat. Deməli etil asitat etil spirti ilə asitat turşusu, yəni sirkə turşusunun bir yerdə əməliyyat etdiyi mürəkkəb efirdir. Üzərinə su gəlirəm və bunu buradan kəsirəm mişarla. Spirtə H verirəm. Spirt xoşbəxt olur orada. Və turşuya da nə verirəm? OH verirəm. Axırda 726 manat siləri ödəmək rahat olsun. Həsən çox yaş təcrübələrim var. Yenicilər bir kart açdıraq, cərimələri ora göndərsin. Yaxşı fikirlərdir uşaqlar. CH3, COH. Deməli belə. 17,6-dır. Uşaqlar, bunu da emeri verə başladı. 88-dir. 88-dən nə qədər alınır? 1 mol alınırsa 17, 16, 1x deyə. Fərid, buradasın hesabladı. Ay Fərid, hesabla bir dənə bunu. Aysel hesapladı, sağ olsun. 0,2. Etil spirtimiz bəlli. C2H5OH. Üzərinə natrium gəlirəm. Bilirsiniz ki, buradakı hidrogen əvəzlənir. C2H5 10 natrium, bir də hidrogen çıxır buradan 0,5. Uşaqlar, 1 moldan nə qədər olur? 0,5 mol. Yəni 11,2 litr normal şəraitdə və 0,2-dən nə qədər alınardı? Buna da bir x deyirəm. Buradan x-i tapın biriz. 2,124. 2,124. Allah balar saxlasın. Sağ olun. Belə, D variantı. Belə, tamam. Növbəti sual. 14-ə qədər sual. 14-ə qədər sual. 14-ə qədər sual uşaqlar. 14-ə qədər Müəllim sual. 13. Müəllim 13. Bəli, Müəllim 12 tarixdə də amma var. Müəllim 12 də varmış. Müəllim 12 də varmış. Uşaqlar, turş mühitdə hidroliz edəndə glikozen, fruktoza verən kimdir? C12, H22, O11. Uşaqlar, bu kimdir? Deməli, bu şəkərdir. Uşaqlar, glikozan izomeridir. Glikozan izomeri kimdir? Glikozan izomeri. Fruktoza, C6, H12. Bu kimdir uşaqlar? Fruktoza. Glikozan izomeri budur onsuz da. Belə uşaqlar, gümüş piroksin amoniakda məhala oksidləşərək glikon turşusu. Uşaqlar, bilirsiniz ki, glikoza C6, H12O6 oksidləşir gümüş piroksin amoniakda məhala. Bizə nə verirdi? C6, H12, O7. Bu glikon turşusu uşaqlar. Və təbii ki, bunu da kim verirdi? C6, H12, O6. Bu da kimdir? Glükoza. Uşaqlar, biz nə demişdik? Hansı maddələr mis OH2-nin mis 2O-ya qədər reduksiya edirdi? Aldehid qrupu saxlayanlar. Aldehid qrupu saxlayanlar. Burada aldehid qrupu kimdə var? Aldehid qrupu. Bir dənə glikoza da var. Elə deyil uşaqlar. Aldehid qrupudan kimdə var burada? Glikoza da var. Dediniz, aldehid qrupu kimdə var burada? Bir dənə glikoza. Fruktoza nə əlaqə? Fruktoza keton spirtdir. Saxaroz eyni qayda. Ümumiyyətlə, bunun açıq quruluşu olmadığına görə burada aldehid qrupu falan yoxdur. Ümumiyyətlə, bu gümüş yüzlü reaksiyasında mis OH2-nin oksidləşmə reaksiyalarına daxil olmur.
Bir dənə burada glükoz uşaqlar. Cavab yalnız Z olacaq E variantı. Başa düşdün, bu dərsiz alandan mən bunu demişəm ha. 65 min dəfə demişəm mən bunu. Hı -hı. Müəllim, bilirəm, sadəcə möhkəmləndirmək üçün təzədən soruşuram. Yaxşı edirsən. Yaxşı edirsən. Mən bunu alqışlayıram. Yağlar üçün nə doğru deyil? Yağlar üçün nə doğru deyil? Söz. Yağların hidrolizindən gliserin alınır. Uşaqlar, bu nədir? Doğrudur. Çünki yağlar nədir? Yağlar bilirik ki, yağ uşaqlar, gliserin nə? Gliserin nə? Bu gliserindir. Karbon tuş nədir uşaqlar? RCOH-dır. Gətirir bura HO, CR, COH, R. Məsələn, eynisini yazıram da. COH. Buradan OH, buradan H, buradan OH, buradan H, buradan OH, buradan H. Çıxırsan, bu alınan şeyə nə deyirsən? Yağ deyirsən. Yəni, CH2, CH, CH2, O, CO, R. O, CO, R. CO, bu belə. Uşaqlar, bu maddəyə biz nə deyirik? Yağ deyirik. Və yağların da hidrojen. Uşaqlar, üzərinə su gəlirsən 3 mol. 3 mol HOH gəlirsən. Uşaqlar, 3 mol. Bunu buradan bölürsən, spirtə H verirsən, turşuya da OH verirsən. Yəni, tərsinə dala qaytarırsan da. Bu nədir? Doğrudur yəni. Maye yağların hidrogenləşməsindən bərk yağlar alınır. Bu dönəndən üzrə. Çünki maye yağlar doymamış karbohidrogen qalığı var orada və onlar hidrogenləşib bərk yağ verir. Ondan sonra bərk yağların hidrogenləşməsində bu səhvdir. Yağların gələn müdə hidrojen sabun alınır. Uşaqlar, bu düzdür. Bu nətər yadda? Bu əslində dərsdir də. Biz bu nətər demişdik uşaqlar? Baxın bizə dəqiqə. Deməli. Bu da erləri qoyaq. Ya natrium OH gəlir 3 mol. Natrium OH, natrium OH. Məsələn, kalium OH gəldi. Problem deyil. Natrium OH gəldi. Nətərdir uşaqlar? Bunu buradan xəttlər yoxdur. Bunu buradan kəsirdin. Buna nə verirdin spirtə? H verirdin. Alınırdı nə? Gliserin. Yəni CH2, CH, CH2. Zəhləm yeddə bunların formullarını yazmaqdan da. Yerdə nə qalır? RCO, O natrium. RCO, natrium. Nə qədər əmələ gəlir? 3 mol. RCO, natrium. İnşallah. Yəni bu nədir? Doğrudur. Bu nədir? Doğrudur. Yəni natrium gələndə bərk sabun alınır. Kalium gələndə maye sabun alınır. Yağların qələvi mühitdə hidrolizindən sintetik üzvü vasitəlanır. Bu qələtdir. Bu yalandır. Çünki yağların qələvi mühitdə hidrolizindən sabun alınır. İnşallah. Sintetik üzvü vasitə başqa şey. Sintetik üzvü vasitə nə idi? Ali spirtlərin sulfat turşusu ilə əmələ gətirdiyi turş mürəkkəb efirlərin natrium duzlarıdır. Elə bir yanıltmac deyir. Ariel aysa Arieldir o. Da belə. Aydın oldu 13-cü sual. Yağlar üçün də nəyin doğru olmadığını tapdıq. Biz nəyin doğru olduğunu bildik ki, bunun üçün nə doğru. 14-cü suala keçək. Qəbul suallarında 14-cü sual. Varovski məhəlləsindən bizim dərsə qoşulan bir şagirdimiz var. Varovskidən qoşulur dərslərimizə. Uzaq. Yəni, onun məhəlləyə olan sevgisi həqiqətən inanılmazdır. Demək olar, molyar kütləsi 46-dır. Molyar kütləsi 46-dır. Bu karbon turşusudur. Biz neyini? Ən qəşəngi nədir? Burada nə yazırıq? Deməli, bu karbon turşusudur. Karbon turşusu bizdə CN H2NO2-dir. 14N plus 32-ni bərabər eləyər. Məncə ehtiyac yoxdur buna. Nə edirəm? Mən nəyim alasımdır? Ehtiyac da duymıram mən buna. Mən bilsən vəbşəm nə yazıram? Yazıram burada. Adı nədir? CN H2N plus 1 COH. Üzərinə gəlirəm. Spir. CN H2N plus 1. Mənim üçün həyat xoşdur. Buradan OH, buradan H çıxıram. Yerdə qalanlarını birləşdirirəm bir-birinə. Belə də ki. Elə deyil. Mənim nəyimə lazımdır kimdir? Plusda nə alınır buradan sual. Mənə maraqlı verir onun kim olduğu. Bu 46-dır, bu 32-dir. Suda 18 olduğunu bilirəm. Bir dənə buradan bir canavar lazımdır mənə. 46 ilə 32-ni cəmləyib 18 çıxan adam lazımdır mənə. 46 ilə 32-ni cəmləyib 60. 60, sağ ol. Allah köməyin olsun. Belə də 60. Əmələ gələn su nə qədərdir? 3.6. Deyir, efiri tap. İndi sən bu 18 neçə dəfə azalıb? 5 dəfə azalıb. Bunda 5 dəfə azalıb. Tez bir dənə 5 dəfə azalıb bunu. 12. Sağ ol. Allah köməyin olsun. Allah səni pənahında saxlasın. Bu belə. Problem var bu sualda. Xeyr, mənim. Aydındır. Yaxşı, çox yaxşı. Varovskidən olan dostumuz deyir ki, aydındır. Başa düşdüm, çox sağ ol. Sən də sağ ol.
Keçək növbəti suala. 20-yə qədər sual. Hər sualı hesablayanda, dua qazanır o. 16-ya qədər sual. 16-cı sual. Çoxlar. Ribozanın formulu nədir? Ribozanın formulu. Riboza C5H10O5-dir. Fruktoza nədir? C6H12O6-dır. Bunun emeri nəyə bərabərdir? 150-yə bərabərdir. Bunun da emeri 180-ə bərabərdir. Deməli, bu 150-dir, bu da 180-dir. Nətər x ifadə edir? X bərabərdir A üstə gəl 30. Cavabımız B variantı. Kaş deyirəm, bir də belə asan sual düşür bir dənə qabla, hə? Leyla xan, başa düşdü sualı? Ay Leyla, haradasan? Varovski var da uşaqlar, gənclik tərəfdə, milyoner məhəlləsidir. Məsələn, o dostumuz çox imkanlı adamdır. Hal-hazırda qrupun ən imkanlı adamı odur. Milyoner məhəlləsində qalır da elə bir ki. Orada bir milyoner məhəlləsi var o tərəflərdə. Həqiqi deyirəm. Orada ancaq oliqarxlar yaşayır. O belə bir şey. Keçək növbəti suala. Şahmətin varlılara alerjiyamız. Yenicinin cərmələrini o ödəyəcək. Tapdıq sən cərmələri ödəyən adam. Keçək 17-ci suala. 16-cı sual şeydir də. 17-ci suala baxaq. 17-ci sualı götürək buradan. 17-ci suala. Yenə sənin canın qurtardı. Cərmələri ödəyən adam tapdıq. Glikozanın qızqırmasından alınan üzvü maddələrdə ikili karbon atomlarını sayır. Biz demişdik ki, glikozanın 3 dənə qızqırma tənliyi var. Birincisi C6H12O6. Uşaqlar, birincidə bir dənə maddə alır. Bu hansıdır? Süd turşusuna qızqırma. Neydi uşaqlar birincisi? Süd turşusuna qızqırma. Turşusuna, sonra yağa, sonra etil spirtinə idi. Əhsən, bunu bəyəndim. Bu deməli bizdə nədir? Bu bizdə süd turşusudur, bilirsiniz də. Və süd turşusu budur. İkincisi nə idi uşaqlar? İkincidə 2 dənə maddə. Yadda saxlama şəkildə. İkinci nə idi uşaqlar? Spirtə qızqırma. Nə alınırdı burada? Etil spirti alınırdı. Hə uşaqlar? Etil spirti alınırdı. Bir də nə alınırdı? Karbon qazı. Üçüncüdə neçə dənə maddə alınırdı? Üçüncüdə 3 dənə maddə alınırdı. Bu da nə idi? Yağ turşusuna qızqırma idi. Yağ turşusuna qızqırma. Nə alınırdı? CSCOH. Bilirsən də belə bir şey. Bir də nə alınırdı? Karbon qazı alınırdı, bir də hidrogen alınırdı. Dolar ikili karbon, birisi ikili karbon nədir? İki karbonla birləşəndir. Bax, burada neçə ikili karbon var? Burada bir dənə ikili karbon var. Deməli, bir dənə ikili karbon olan kimdir? Bir dənə ikili karbon olan. Bax, deməli, bu B-dir. Bunu tapdım. Şu an ikili karbon olmayan. Ümumiyyətlə, burada etil spirtdə ikili karbon yoxdur. Uşaqlar, bu ikisi de birli karbondur. İkili karbon olmayan kimdir uşaqlar? Bu etil spirtidir. Nəhayət, burada da bir sənə uşaqlar var. COH daxil. Bu karbon ikilidir, bu karbon ikilidir. Çünki iki karbona birləşirlər. Demək uşaqlar, bu da bizdə hansı maddədir? A maddəsidir. Heç nə uşaqlar, oksigenlərin sayını istəyir. Oksigenlərin sayını istəyir. Burada neçə dənə oksigen var uşaqlar? Burada neçə dənə oksigen var? 1, 2, 3. Burada neçə oksigen olmayanda? Sıfırda. Bir dənə oksigen var. Burada neçə dənə oksigen var? 2 dənə. Aydın oldu bu sualın həlli. Bəli, çox sağ olun. Aydın orada əla işarəsi qoydu. Sevinclə bəyəndi həllimizi. 7000 nəfərdən davam edir. 10 sual işləyəndə. 10 suallar meyitdir o suallar. Vallahi mən özüm olaraq əldə edə bilmirəm səndə. Ben 10 sual imtihana düşer, yoksa düşmez. Bir dəfəsi düşüb də 10 sualdan bir dənə sual. Keçənləri qəbul imtahanı eynisi düşüb. Bizim 10 sual, o yığdığımız 10 sualdan bir dənəsi birə-bir düşüb. Heç nəyin dəyişmədən salıb. Heç nəyi dəyişmədən salıblar. Keçən il. Uşaqlar göstərmişdim o sualı. Nətər olub? Bu mənim nətər olub? Olur da elə şeylər. Heç nəyi dəyişmədən salmışlar bu arada. O ikinci cəhdə düşmüşdü. O şeydir, rabitə söhbəti, ağ fosfordan oksigenlə bağlı olan sual. Keçənləri birə-bir qəbula düşüb o sual. Bizim 10 sualın içindən düşüb o sual. Bəli, bəli. Yox, mən bunker zad deyiləm, mən tanker, mən elə şeylərdən deyiləm. Mən sadə sıravi müəlliməm. Bunker, tanker müəllimlər, onlar mənlik deyil.
Hə, davam eləyək olan növbəti sualdan. Deməli, qlikozanın qızqırmasından alınan maddələrin sayı. Hə, deməli uşaqlar, burada qlikozanın qızqırmasından alınan, bunu bayaqdan 50 dəfə yazmışam da. Nə olar da bunu bilin də, ay uşaqlar, bunu bilin də. Deməli, bir dənə maddə alınırsa, bir dənə maddə alınırsa, bu kimidir? Bu kimidir uşaqlar? Deməli, bu gördüyünüz bu maddədir. Bu deməli süd turşusudur. Uşaqlar, süd turşusunda mən nətər bir qayda demişdim. Heç bilməyən uşaqlar üçün bir dənə qayda demişdim. Deməli, karbonatın siqmaları sayəsində 4 dənə olsa SP3, 3 dənə olsa SP2, 2 dənə olsa SP, hibrid vəzini tapmaq üçün. Yəni, bu nə vəziyyətlər? SP3, bu nədir? SP3, bu nədir? SP2. Siqmalar sayılır. 1, 2, 3, 1, 2, 3, 4, bax belə. Cəmlə bunları 4, 4, 8, 3, 11. Demək, ikisimiz nəyə bərabərdir? 11-ə bərabərdir. 2 dənə maddə hansı uşaqlar? Etil spirti ilə karbon qazıdır. Etil spirti ilə karbon qazı uşaqlar. Etil spirti ilə karbon qazıdır. Və etil spirtinə demişdik ki, deməli, etil spirti, bax gördüyünüz bu zəhərə qalmış maddədir. Deməli, bu nədir? SP3-dür, bu da nədir? SP3-dür. Deməli, 4 ilə 4-ü cəmlə. Neçə eləcək hibrid orbitalların sayı? 8. Deməli, bu 8-dir. 3 dənə maddansı uşaqlar, birisi də yağ turşusu, karbon qazı hidrogendir. Və yağ turşusu da budur uşaqlar. Bax, gördüyünüz bu maddədir. Hidrogenləri də düzək. Bura bax, belə. Bax, belə. Mənim hidrogenlərimə bax. Deməli, SP3, 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 SP2. 3-ü vur 4-ə. 12, bu da 3, 15. Aydın oldu 18-ci sual. 11, 8, 15 B variantı. Başa düşdün 18-ci sualı? Başa düşdün sualı? Bəli. Bax belə. Keçən növbəti suala. Birinin əlinə çay dağılır, biri peçkanın içinə əlini salır. Keçən dəfə biri nə eləmişdi? Nəsə eləmişdi, dərs eləyir, nəsə yandırmışdı, mən nə eləmişdi? Əlini Əlin yandırmışdı. kəsmişdi. Əlini kəsmişdi, kim eləmişdi? Mən, o kim idi o? Keçən dəfə biri elə eləmişdi. Sonra bu arada bizim videoları davamlı şəkildə izləyən bir dostumuz, deməli, o 10-cu sinif şagirdiymiş. Mən o videonun altında rəy də yazmışdı ki, bəs müəllim, mən adı nədir? Mən idim orada hey yazan və yenə də videonu izləmişdim və mən ona orada təşəkkür edirəm ki, sən sağ ol Günan ki, bizim dərsləri bu belə həvəslə izləyirsən. 10-cu sinifdir və bu eşqa, nə bilim, yəni, halal olsun deyirəm. Yəni ibrət götürək. Bəli, bəli, ibrət götürmək lazımdır. İbrəti götürməsək də olur, amma əsasıdır ki, eləyək, nədir onun adı? Baxıb öyrənmək Müəllim, bir lazım. şey deyəcəm. Sizin videonuzda fizika müəllimi, nə bilim, Reyzat müəllimləri girib yorum yazılır. Deyirəm, görəm bunlar kimyanı neyniyirlər. Ələn beşər adamlardır. Bir müəllim qeyri-üzvün ayrı halda keçərəcək, hidrogen falan. Hə. O 400 balı kimdir? 400 bal. O bloku 400 bal hədəfləyib. O kimdir o 400 bal? Mənim xalqın uşağıdır yəqin o 400 bal yığan. Valla bilmirəm kimin uşağıdır, amma mən nə bilim 400 bal kimdir, bilmirəm axı. 400 yığa biləcək kimdir? Oo, tapdım. A ilə başlamır adı. Hey, kimdir ha bu? Bu 400 balı mənə bir nəfər söz verib. Bu kimdir ikinci bir nəfər? Mən tanımıram onu. Ayən olar da yəqin. Ayağım dedi, A ilə başlamır da. Gizlidir. Heç nə bilim. Gizli. Nəzrin burada da. Nəzrin hanı? Nəzrin yoxdur. Bəlkə Nəzrinin adını dəyişib 400 zat qoyub. Cəmaata burada nədir ona acıq verir. Yox, Nəzrin yoxdur. Nəzrin yoxdur. Şübhələndim ha. Yox, ayağım olsaydı. Nəysə, bilmirəm uşaqlar. Davam eləyək, yəni tutanmadım heç nə. Yığanda biləcəksiniz. İnşallah. Bəlkə adını unudum deyir. Zoom bilmirəm, vallahi bilmirəm kimdir. Zoom bilmirəm, tutanmıram söhbəti. Uşaqlar, deməli, biz bilirik ki, karbon turşusu CNH2+1 COH-dır. Və bunun belə üzərinə hər hansısa bir spirt gəlir, ROH və buradan OH, buradan H çıxırıq. Və uşaqlar, burada belə bir maddə alırıq. CNH2+1, C oksigen, O, R. Uşaqlar, bilirsiniz də bunun bu tərəfi turşunun, aşağı tərəfi kimindir? Spirtindir. Uşaqlar, suala odaqlanaq bir dənə. Deməli, bu yuxarı nədir? Turşunun da aşağı kimindir? Spirtindir. Və deyir ki, bu mürəkkəb efirin bir molekulunda spirtə aid olan hissədir. Spirtə aid olan hissə deyilmiş uşaqlar. Mən
bu turşuya aid olan hissəyə baxdım. Bir dəqiqə lazım deyilmiş. O deməli bizim turşu hissəmiz hələlik qalsın. Bir dəqiqə səbirli ol. Turşu hissəsi qalsın hələlik. Şu an bu hissəmdə sağ göstərib sol vurdu. Topluda bu sualın eynisi var. Topluda bu sualın eynisi var. Orada turşu tərəfi nə deyir? Burada spirt tərəfdə deyir. Görsən necə bizi aldatdılar. Vay səni. CnH2 plus 1. Buradan OH çıxır, buradan H çıxır və yerdə nə qalır? R, C, oksigen, O, deməli CN, H2 plus 1. Şurada deməli bu tərəf yuxarı turşunundur. Bu tərəf kimindir? Spirtindir. Deyir spirtə aid olan hissədə neutron 20-yə bərabərdir. Spirtə aid olan hissədə. Şu an baxa bir dənə 6, 12, neutron 6-dır. H11 no, oksigen deməli 8, 16, 8. Deməli bir karbonda 6, bir oksigen 8 dənə neutron var. 8 üstə gəl. Bir karbonda 6 neutron var. 6 n. Bərabərdir neçəyə uşaqlar? 20-yə. Buradan da 6 n bərabərdir. 12, n də bərabərdir 2. Deməli uşaqlar bizim spirtimiz kimmiş? Spirtimiz kimmiş uşaqlar? C2H5 imiş. Spirtimiz kimmiş? C2H5. Deyir ki uşaqlar eyni sayda karbon var ha. Həm spirt tərəfdə, həm turşu tərəfdə. Deməli bizim turşu tərəfimizdə kimmiş uşaqlar? Turşu tərəfimizdə deməli bu imiş. Spirt tərəfimizdə bu imiş. Hüsəməz də adı məlumdur da. Etil asetat. Var belə cavab B variantı. Bu söhbət 19-cu sualda. Niyə 6n elədi ki? Niyə 6n elədi ki? Bir karbonda neçə neutron var? 6 dənə. N'i vurdum 6-ya da. Bax. Deyir spirt hissəsində neutronlar 20-yə bərabərdir. Bu mürəkkəb F-nin spirt tərəfidir. Bu tərəfi görürsən. Bu spirtdir. Bir oksijenda neçə neutron var? 8. Üstünə gəl. Bir dənə karbonda neçə neutron var? 6. N'i bilmirəm amma bir sənə vurardım. H1-də neutron yoxdur. Bildin mi necə? Bir oksijenda 8 neutron var. Bu tərəf hesablayıram da. Bu tərəf hesablayıram. Şu, Leyla başa düşdü sualı. Eyni, hər iki tərəfdə eyni sayda karbon var axı. Ona görə spirt tərəfdə də, yaxud turşu tərəfdə də eyni qədər nə olacaq? Karbon olmuş olacaq. Keçək növbəti suala. Biraz da izah edə bilərsiniz. Yaxşı. Bax. Deməli, bu turşudur. Bu da spirtdir. Yazdım belə. Alındı deməli, buradan OH çıxdım, buradan H çıxdım və belə bir maddə aldım. Bunun yuxarı tərəfi kimindir? Turşunun da aşağı tərəfi kimindir? Spirtindir. Bir spirt tərəfdə neutronlar 20-yə bərabərdir. Bir oksigen neçə neutron var? 8. Üstünə gəl. Bir karbonda neçə neutron var? 6. Bilmirəm, N-ə vurardım. 6-yə. H1-də neutron yoxdur da. 20-yə bərabər, N-i tapdım 2. Deyir axı, eyni sayda karbon var. Həm turşu tərəf, həm spirt tərəf. Deməli, burada 2 karbon var, burada 2 karbon var da. Bunun da adı nədir? Etil asetat. Yəni, etil spirti ilə asetat turşusunun bir yerdən etili mürəkkəb olur. Hı -hı. 400 bal. Əslində 400 balı bildim kimdir. O adım F ilə başlamır. Adım F ilə başlamır. Yox, müəllim, məfhum. Saitlə başlayır. Həmən nəmi saitlə nə? 1000 dənə sait var. Aynen ad dedim qəbul eləmədi də. Adı lazım deyil, baş hərfi F. O belə. Keçək növbəti suala. Mənim 9 dənə sait var. Başqa ki dedim, bana kimi idi, bəlkə oldu. 1000 dənə sait var. Kimliyindən eminim. Bütün saitləri sayın. Mən nə bilim kimi, şu an bilmirəm kimi. Tanmıram. F ilə başlamırsa, onda heç nə. Valla çox interesli söhbətlər gedir burada. Nəysə. Nəysə. Keçən növbəti 25-ə qədər sual. Hı -hı. 25-ə qədər sual. 23. Uşaqlar 23-ə qədər sual var. Uşaqlar 23-ə qədər.
24 var. Sonra ayan yoxdur da. Ayandır. Mən nə bilim şimdi valla. 24'e kadar sual. 24 var. Şu an bir de bakın da tez bir dənə. Baxın. Şimdizə uğurlayıblar. Taktikanı fırladıblar. 23 dedi, sonra 24 dediniz. 23 sonra 24. Yaxşı. 23 sonra da 24'ə baxaq. Abi, qrupda dərs çox sürətli gedir. Görə 23'ə baxaq, sonra 21'ə baxarıq. Və səbirli ol. Sonra asimetrik karbon nə idi? Asimetrik karbon dedik ki, SP3 vəziyyətində olan karbondur və onun dörd tərəfi nədir? Müxtəlifdir. Və deyir ki, gedən reaksiya alınan maddələrin molekulunda asimetrik karbon var. İnşallah bir gəlib bunları yazmaq lazımdır. Deməli, burada hidrogen gəlirəm, maddəni yazıram. Reaksiyada bu tərəfdə yazıram. Alınan maddəni o tərəfdə yazaram, olar elə. Üzərinə hidrogen gəlirəm. Burada 2 qat rabitə qılır. Hidrogenin biri bura birləşir, biri bura birləşir. Və reaksiya əsasında alınır. CH3, CH2, deməli CH, daha doğrusu COH. Yəni, inşallah, burada zaten mən demişəm də, burada SP3 vəziyyətində karbon olması üçün nədir? Karbon atomu var deyil. Alınan maddə anhada burada yoxdur inşallah. Bir getdi. İkincisi inşallah deməli elə burada yazaq bunu da. CH2, CH, COH. Üzərinə gəlinsin brom 2. İnşallah burada bromu belə yazsam. Brom 2 qat rabitə qırılır. Brom biri bura birləşir. Bir də bura birləşir. Və ikincidə nə alınır? CH2, CH, deməli brom, COH. İnşallah bu karbon var, bu karbon asimetrikdir. Niyə? Çünki bunun dörd tərəfi nədir? Dörd tərəfi müxtəlifdir. Və bu karbon asimetrikdir. Görsən bir tərəfində bu var, bir tərəfində də bu. Deməli, inşallah 2-ni götürərsiniz. 2 getdi. Gəlirəm 3-cü. İnşallah süd turşusu birisi də süd turşusu. Bunda zaten asimetrik karbon var. Çünki niyə? Bir tərəfində COH var, bir tərəfində OH, bir tərəfində H, bir tərəfində. Demə bunu da götürərsən. Ən nəhayət, daha doğrusu, İnşallah birisi etil spiritinə qızqırmadır. Bu çünki karbon qazısı. Bu etil spiritində də CH3, CH2, OH. Burada asimetrik karbon yoxdur. Gəldik 5-ci. İnşallah bunun üzərinə xlor gəlirik. Bunun üzərinə xlor gəlirik. Xlor gələndə nə olacaq? Xlor gələndə bilirsiniz ki, alfa vəziyyətindəki hidrogen əvəzlənir. Alfa vəziyyətində. Yəni, burada nə alınır? CH3, CH xlor, COH. Və burada bu karbon var. Bu karbon da asimetrikdir. Eynən buna kimi. Yəni, bunu da götürərsən. Bir də H-xlor alınır əlavədən. Və uşaqlar, ən sonda bu. Deməli, ən sonda bunu yazırıq. CH3, CH2 qat rabitə, CH2. Üzərinə HOH gəldim. 2 qat rabitə qılı H bura, OH bura birləşir. Və nə alınır reaksiya nəticəsində? CH-OH, CH3. Və burada asimetrik karbon yoxdur. Var deyir 2, 3 və 5, yəni P variantı. Əslində çətin sual deyil. Sadəcə reaksiyanı yazıb tamamlamaq lazımdır. Heç nə lazım deyil yəni burada. Biri yenidən deyim. Birinci sualda heç nə. Hidrogen gəldim. 2 qat rabitə qırıldı. Hidrogenin biri bura birləşdi. Yəni burada asimetrik karbon yoxdur. Mən həmişə bir sözüm var, şübhələnmək. Yəni CH3, CH2, bundan niyə şübhələnsən? Yəni asimetrik karbon olması üçün gərək bunun 4 tərəfi müxtəlif olsun. Yəni CH3, CH2 nəyindən şübhələnsən? Asimetrik deyil onsuz da olar. Bəli, uşaqlar, dərsdə fikir vermək lazımdır maksimum şəkildə. Belə. Keçək 24-cü suala. 24-cü sual nədir? Benim 21 getdi. Nə oldu 21-ə? 21. Hani 21? Efirləşmə reaksiyası nədir? Turşu ilə şey arasında gedir də. Deməli, cavab efirləşmə reaksiyası. Şu an C variantında spirtlə oksigenli turşu arasında gedir. Spirtlə oksigenli turşu arasında gedir. Deməli, burada nitrat turşusunu belə yazsan, HO2, buradan OH, buradan H çıxır və yerdə nə alınır? Mürəkkəb efir alınır. Ümumiyyətlə, efirləşmə reaksiyası oksigenli turşu ilə arasında gedir uşaqlar. Deməli, spirtlər arasında reaksiyada nə alınır? Deməli, bu belə. Bu A variantı Kuçerev reaksiyasıdır. Burada aldehid alınır. B variantında bilirsən ki, buradan fenolla şeyin reaksiyasıdır. Buradan OH, buradan H fenolyat alınır. Natrium fenolyat alınır. C6H5O natrium bir də su. C variantında bu mürəkkəb efirin natrium OH mühitində hidrolizidir. Mənimki odur ki, həll edeyim. Bir dəqiqə alınsın. Heç nə. Burada da alınır, deməli, bunu buradan bölürsən, belə spirtə H verirsən, CH3OH, bir də yerdə nə qalır? CH3CO natrium alınır. Bu da ki, gümüş yüzü reaksiyasıdır. 2 dənə gümüş alınır, bir də oksigen tulla bu tərəfi H2CO3, o da karbon qazısı, bu da gümüş gücü reaksiyasıdır.
Keçək 24-cü suala. Mən də zəhləm edir uzun suallardan. Ben neyini? Var da suallar. 24 suala. Bilirik ki, CO hidrogenlə birləşir və nə verir bizə? CH3OH. CO ilə də uşaqlar, CH3OH ilə də CO-nun reaksiyasından nə alınır? CH3COH. Sanki bu CO-nu götürüb bunu bu hissəyə, ortaya bir yerə qoyursan da. Belə bir şey uşaqlar. Yəni bizim Y-imiz nədir? CH3COH-dır. Uşaqlar, deməli cavabımız elə 1 ilə 2-dir. B variantıdır. Deməli 24-cü sualda Şahməddin bəy nəyə fikir vermək lazımdır? Deməli turşu spirt reaksiyası. X-imiz spirtdir, Y-imiz də turşudur. Bilirsən də bu efirləşmə reaksiyasıdır. Üzərindən metil spirti gəlirsən, turşudan H spirtdən H çıxır və yerdə nə qalır? CH3CO, CH3 üzərinə gəlinsin su. Aydın oldu. Yəni bu efirləşmə reaksiyasıdır. Birləşmə bilirsən də bu CO hidrogenlə birləşir metil spirtlə çevrilir. CO, CH3OH ilə bizə sirkə turşusu verir. Sirkə turşusu xüsusi alınma reaksiyasıdır. Diqqətli olmaq lazımdır. Yaxşı. Aha. Sonra keçək 25-ci suala. 25-ci sual. Şu an 25-ci sual keçən il düşüb qəbul imtahanına. Birinci cəhdə düşüb. Keçən il birinci cəhdə düşüb. 25-ci sual. Uşaqlar, deməli, nəyə fikir vermək lazımdır? Mürəkkəb efirin, hə, bizim qəbul. Mürəkkəb efirin, hə, bizim qəbul deyirsə, deməli, bu məzunlardan. Tutduq bunu. Bunu tapdıq. Bizim qəbul. Məzunumuza tutduq. Məzunlardandır. Tapdıq. 400 bal adı olan şagirdin bilir ki, bizim qəbul. Deməli, bu məzundur. Tapdıq. İşin 50% həll oldu. Ayağında da ipuzları yavaş-yavaş gəlir. Bəli. Əsas tapdıq. Aha. Sonra keçək sual. Deməli, mürəkkəb efirdir. Mürəkkəb efirin havaya görə nisbi sıxlığı. D hava bərabərdir. M bölünsün 29 uşaqlar. Deməli, buradan 4 bərabərdir. M bölünsün 29. Bir dənə qoldan güclü adam lazımdır. 4 29-a vursun. Qoldan güclü adam. 116. 116. Sağ ol. Allah köməyin olsun. Allah səni hifz eləsin. Deməli, S-in, H2-in, O2 14-dən plus 32 bərabərdir 116. Bir dənə 116-dan 32-ni çıxsan var, qəşəng olacaq. Bir dənə onu da çıx bir dənə. 116-dan 32-ni 84. 84. M də tap bir dənə buradan 6. 6. S6 deməli H10 yox. O2 bu belə maddədir. Yəni bu bizim mürəkkəb efirimiz budur. İndi qulaq as ki. Deyir molekulunda deməli bir əsasda karbon turşusu 2A-dır və deməli spirt tərəfdə də A-dır. İndi nə yazsan? 6-nı 2-nin 1-ə nisbətinə bölərsən də 6-nı 2-nin 1-ə nisbətinə bölə bilərsiniz. 6-nı 2-dən 1-ə nisbətində. 6-nı 2-nin 1-ə nisbətində kim bölə bilər uşaqlar? 2A üstə gəl A bərabərdir 6, 3A bərabərdir 6, A da bərabərdir 2. Deməli burada 4 dənədir, burada da 2 dənədir. Deməli A-nı tapın deyir, A da olacaq 2, cavabımız E variantı. Aydın oldu uşaqlar 25-ci sual. Keçən il birinci cəhdə düşüb uşaqlar, birinci cəhdə 2024-cü ilin qəbul sualıdır. Sonra başqa sual. Başqa sual. Üstündən keçək bir də. Üstündən bir də keçək bunu ayaqlayaq. Deməli bunu ayaqlamaq lazımdır bunu. Deməli biz bunu nə edirik? Zoom deyir ki, mən də rəqəmləri vururum, mən üstünə dua edeyim də. Yaxşı, bundan sonra kim rəqəmləri tez edir, dualar olsun gedəcək. Əvvəlcə havaya görə sıxlıq tapmaq üçün deməli M-i 29-a bölürəm və M-i tapdım 116. Bundan sonra formul CNH2-dir, 14-üm. Bunun üçün M-lərini tapdım, 116-ya bərabərlədim və N-i tapdım 6. Bundan sonra nə edədim? Bundan sonra nə edədim? Deyir ki, bunun deməli turşu tərəfindəki karbon atomlarının sayı 2A-dır, spirt tərəfdə də A-dır. Yəni 6-nı 2-nin 1-ə nisbətində böldüm. 6-nı 2-nin 1-ə nisbətində böləndən sonra hər şey aydın oldu. Yəni 4 dənə karbon turşu tərəfdədir, 2 dənə karbon spirt tərəfdədir. Bilmədiniz necə oldu onu? Şu. Sevindir ki, müəllim, hamımıza dua eləyin. Yaxşı, hamımıza
Birdən-birə dual. 26-cı sual. 26-cı sual. Bu niyə belə oldu? 26-cı sual. 26-cı sual nədir? Uşaqlar, burada əslində qalanda çətin bir sual deyil. Burada ən asan yol nədir? HCOH var. Burada hidrogen müsbət 1-dir. Müsbət 1-dir, mənfi 2-dir və karbon burada necə uşaqlar? 0. Nədir uşaqlar? Karbon burada 0-dır. Gələk bura. Uşaqlar, CH3, burada bilirsən ki, CH3OH müsbət 1, mənfi 2, müsbət 1 və karbon burada necə uşaqlar? Karbon 1 hesablaya bilər buna, nə olar? Valla bunu hesablaya bilmirəm mən. Mənfi 2. Mənfi 2, sağ ol. Allah köməyin olsun. Deməli, bu mənfi 2-dir. Deməli, birincə dəyişdi. 1 dəqiqdir. 1 dəyişdi. Uşaqlar, bu dəqiqdir. Keçək bura uşaqlar. Deməli, burada da bir də ki, HCl-da karbon da 0-dır. Deməli, uşaqlar, bir dəqiqə gözləyir. Bu nə eləməyə çalışır? Mən tutanmadım söhbəti. Mən tutanmadım söhbəti. Hardan hara dəyişib deyirim, onu bilmədim. Burada mərhələlər hansılardır? Birinci mərhələ budur. Aldehiddən nəyə gedir? Spirtə gedir. İkinci mərhələ nədir? İkinci mərhələ. Mən bilmədim söhbəti. Mən söhbəti bilmədim nə olduğunu. Söhbəti bilmədim nədir. Birinci mərhələdə aldehiddən gedirik spirtə. İkinci mərhələ spirtdən nəyə gedirik? Spirtdən gedirik aldehidə. Mən söhbəti tuta bilmirəm nədir. Müəllim oksidaşanda onsuz da aldehid alınmalı deyildi. Dedim, burada rahat cavablarda yoxdur axı 1-2. Dəyişmir. Dəyişmirdir. Ay, dəyişmirdir. Ay, bayaqdan da beynim yandı ya. Deyirəm, ay, nəyə səhv edirik görəsən. Dəyişmirdir. Deməli, uşaqlar, dəyişmir deyirsə, 1-2 cavablar avtomatik getdi. 1-2 cavablar avtomatik getdi. Burada niyə dəyişir? Çünki HCOH alınır. HCOH hidrogen müsbət 1, mənfi 2, mənfi 2, müsbət 1. Bu da karbon müsbət 3. Uşaqlar, 1-də də dəyişir. 3-də, 4-də dəyişmir amma. Ha. Deməli belə. Uşaqlar, bu sonunuzda da bu sonunuzda heç nə lazım deyil. Bu bilirsən nəyə bənzəyir? Bu F-ləşmə reaksiyası ümumi kimyanın neytrallaşmasına bənzər uşaqlar. Çünki OH çıxırsan deyə burada oksidaşma dərəcələri dəyişmir. Necə natrium OH plus HNO3 reaksiyası var? Eynən onun kimi. Xoşum gəlmədi. Mənim də xoşum gəlmədi. Gedir Mələk xanıma demək. Yox, deməyin. Belə uşaqlar, cavabımız oldu. Deməli, yalnız 4-də dəyişmir. Uşaqlar, burada dediyim kimi də bu adi neytrallaşma reaksiyası kimidir də. Burada heç kim oksidaşma dərəcəsini dəyişmir uşaqlar. Heç kim dəyişmir oksidaşma dərəcəsini, F-ləşmə reaksiyasında. Amma bu adam gözünə girir, 0-dan mənfi 2-yə, mənfi 2-dən 0-a, 0-dan müsbət 3-ə. Hamı dəyişir, bir dənə sonuncuda dəyişmir uşaqlar. 4-cü mərhələdə dəyişmir. Müəllim, bu açıq quruluşda oksidaşma dərəcəsini necə tapaq? Elə eyni, birləşdir dibinə tapdıq. Mən necə yazmışam belə. Bu əslində qalanda şeylə, nədir onun adı? Elektromənfiliklə əlaqəli bir şeydir. Bu elə bir ki, oksigen, hidrogen bir elektron buraya itəlir, bu 2 elektron buraya itəlir, bu elektron buraya. Yaxşı, neysə, sən onun başın qarışır onunla, yaxşı. Ən salavat ilə birləşdir bu da bir-birinə, belə tapdıq. Əslində elektromənfiliklə də, elə bir karbon bir elektronu bura verir. Adı nədir? 2 elektron da buna tərəf itəlir. Elə bir ki, oldu. 2 neçə elektron edir uşaqlar? Yəni ki, birin bura itəlir, birin bura. HCOH-da karbon neçədir? Müsbət 1, mənfi 2, mənfi 2, müsbət 2 uşaqlar bu arada burada. 3-ün bura itəlir, birində hidrogeni alır, olur müsbət 2. Belə. Belə keçək növbəti suala. Mənim HCOH-da elə idi ya 0 olmalıydı axı. Yox, HCOH-da hidrogen müsbət 1-dir, mənfi 2, mənfi 2, müsbət 1, karbon müsbət 2 olmalıdır. Mən səhv hesaplamışdım, başa düşdün? Bəli, bəli. Belə bir karbon 1 elektron bura itəlir, 2 elektron buna tərəf itəlir. Toplam 3 elektron oksigenlərə tərəf itəlir. Amma hidrogenə 1 elektron karbona tərəf itələdiyi üçün elə 3-ünü oksigenlərə tərəf, birini hidrogeni alır, olur müsbət 2. Nəysə, o neysə, o sizlik yolu. Yaxşı, siz bildiyiniz yolla hesablayın. Oldu. Ha, belə. Davam eləyək növbəti. 30-a qədər sual. Uşaq tez olun, vaxt yoxdur. 30-a qədər sual. Nə qədər sual varmış burada. 30-a qədər sual. 30-a qədər sual. 30-a qədər sual. Müəllim 27.
Mən 27-28 demişdim. 27, 28. Uşaqlar, deməli, yağı yazaq burada. Yağı bayaqdan 50 dəfə yazmışam, yenə yazım. Deməli, bu bizim. Uşaqlar, mən turşu və spirtdən elə bir OH çıxardıram da. COR, COR, COR. Eyni daxildir. Eyni karbon turşusunun qalığıdır. Deməli, bu bizim yağımız uşaqlar. Ankor yağı, yaxşı. O belə. Bakteriya reaksiyonu necədir? Etil spirti bakteriyanın iştirakına çevrilir sirkə turşusuna. Ancaq bunun yanmasından 57 mol karbon qazı alınır və 57 mol karbon qazı nə qədər karbon var uşaqlar? 57 mol karbon var. Və 57 dənə karbonun, 57 molun 1, 2, 3, 4, 5, 6-sı buradadır. Nə edirəm indi 57-dən? 6-sını çıxıram, qalır 51. Diqqətlə qulaq as, qaldı 51. 51-dən 3-ə bölürəm. Çünki niyə? Burada 3 dənə eyni radikal var. 51-i bölürəm 3-ə. Neçə eləyir? 17. Deməli, mənim radikalım kimdir? C17-dir. İndi gəlirəm suya. 52 mol su. Nə qədər hidrogen var 52 mol suda? 104 mol hidrogen var. 104 molu nə qədər buradadır? 2, 3, 5 dənəsi buradadır. 104-dən 5-i çıx. 99. 99-u böl 3-ə. 99-u böl 3-ə. 33. Deməli, mənim radikalım kim imiş? C17H33 imiş uşaqlar. Radikal kimmiş uşaqlar? C17H33. Yəni uşaqlar, bizim turşumuz kim imiş? C17H33COH imiş. Buraya qədər aydın olsa silirəm buranı. Bir dənə baxın görün nə qaranlıq qaldı. Qaranlıq qalan məqam yoxsa keçirəm bunu. Uşaqlar, tez olun biraz. Bəli, aydındır. Ondan uşaqlar, deməli, nə edirəm indi? Turşumuz bəlli. Turşumuz kimdir? C17H33COH-dır. Uşaqlar, bilirsiniz də bu olein turşusudur. Olein turşusu, uşaqlar, zaten burada sonuncu karbonumuz nə vəziyyətdədir? Sonuncu karbonumuz. Bu nə vəziyyətdədir? sp2 vəziyyətindədir sonuncu karbonumuz. Bir də uşaqlar, olein turşusuna bilirsiniz də, radikal hissəsi var, radikal hissəsi. Hansıdır uşaqlar? CN33. CNH2-dən bir düzgün çıxmışsan da. Olein turşusu. Olein turşusunda neçə 2 qat rabitə vardı karbonlar arasında? Bir dənə 2 qat rabitə vardı. Və burada bu karbonlar nə vəziyyətdədir? sp2 vəziyyətindədir. sp2, sp2, bu da sp2. Cəmi 3 dənə karbon nə vəziyyətdədir? sp2 vəziyyətindədir. Uşaqlar, olein demişdik axı. Olein. Bir dənə 2 qat rabitə var radikalda. Aydın oldu mu niyə belə olduğu? Qalanları özüm yazmama ehtiyac yoxdur. Quruluşuna bir dənə kitabına baxa bilərsiniz oleini. 2 dənə karbon, orada bir dənə 2 qat rabitə var karbonlar arasında, radikal hissədə. Bir dənə də axırdadır. Toplam 3 dənədir. Aydın oldu 27-ci sual. Bəli, müəllim, sağ olun. Sən də sağ olun. 28 nədir? Oleini hardan tapdıq? C17H33 COH-dır da. O da CO da var idi. Turşunun özünü istəyirdim məndən. CO17H33 tapdım. Bir dənə C var idi yağ tərəfdə. Şey tərəfdə, turşu tərəfdə, radikal tərəfdə. Bu hansı tərəfidir? Yadımdan sıxılır. Nəsə də bu hansı tərəfidir? Bir dəqiqə. Ya ora qayıdamayacağam. Bir dəqiqə. Ora nətər mən qayıdım, o qədər yazdım. Bu da görürsən. Eğer C17H33'tü. Bir tane CO var axı burada. C17H33 COH. Topda da vardı da bu sual. Bunun bənzəri vardı burada. Sonra keçək 28-ci suala. 28-ci sual nədir uşaqlar? 28-ci sualda deməli bizə metil formiat verib, bir də sirkə turşusu verib. Uşaqlar, metil formiat bilirik ki, bax budur. Bu bizim metil formiatdır. Sirkə turşusu da CH3, COH. Uşaqlar, bu da sinflarası izomer da. Sinflarası izomerdir. Bilirik ki, karbon turşusunun qaynama temperaturu mürəkkəb fillərdə nədir? Çoxdur. Eyni qədər karbon atomu olanda. Yəni T2 T1-dən böyükdür. Bu fikir nədir? Dünəndən doğrudur. Atomların sayı deyil. Burada atomların sayı təbii ki, bir-birinə bərabərdir uşaqlar. Yəni, atomların sayı burada bir-birinə. Atomların sayı. Burada nə qədər atom var uşaqlar? Birisi də C2H4O2-dir. Atom sayı burada nə qədərdir?
2, 4, 6 da 2, 8. Eyni qədərdir uşaqlar. Deməli, atomların sayı burada A8-ə bərabərdir. Kovalent rabitə uşaqlar özdə polyarları istəyir. Polyar rabitə bilirsiniz müxtəliflər arasındadır. 3, 4, 5, 6, 7, 8. Burada nə qədərdir? 1, 2, 4, 5, 6, 7. Aydın oldu mu? Dediniz necə oldu uşaqlar? Xəttlər saydım da. 1, 2, 3, 4, 5, 6, 7. Polyar kovalent rabitə deyil də. Sigma hamısı deyil də. Sonra indi qalanların özünü tapdı. Gör hansı münasibətlər doğrudur. İkincisi B bərabərdir. A üstə gəl 1. Nə? Səhvdir. S ilə D bir-birinə bərabərdir. S ilə D bir-birinə bərabərdir. Yalandır. S bərabərdir. D üstə gəl 1. Bu doğrudur. Cavab oldu 1 ilə 4. Cavab 1 3 verir, səhv verir. Cavab 1 4-dür. Bəli, Uğur, hidrogen rabitəsinə görədir. Qaynama temperaturu, bəli. Karbon turşlardakı hidrogen rabitəsi vardı ya, ona görə onların qaynama temperaturu eyni qədər karbon atomu saxlayan mürəkkəblərdən çoxdur. Bəli. 29-a baxaq. 29-cu sual nədir uşaqlar? Deməli, doymuş bir əsaslı Y karbon turşunun molekulunda A2 radikalının kütlə payı. Ümumiyyətlə, karbon turşusu ola bilir ki, CNH2 plus 1 COH-dır. Əgər burada A2 radikalı bura 25%-dirsə, deməli, ağıl mənə nə deyir? Burada 75%. Deməli, nə yazıram? 14N plus 1, uşaqlar buranı hesablayıram da. 14N plus 1-ə nə deyirəm? 25% deyirəm. Uşaqlar, bura nə qədər? 45-dir də. 12, 44, 45. 45-ə də nə deyirəm? 75 deyirəm. İxtisar eləyirəm. 1, 3 dəfə. Deməli, buradan ixtisar edirəm. 3, 15. 14N plus 1 bərabərdir. 15. N də bərabərdir 1. Yəni, tapdım ki, mənim radikalım kimdir? Doymuş bir əsaslı Y turşusu. Bizim Y turşumuz kimdir? CH3, COH-dır. Buranı izləyin sol tərəfi. Görə qaranlıq qalan varsa nəsə deyil. İndi inşallah gəlirəm. Y-in mənim nədir? Turşudur. X-in nədir? Spirtdir. Mən də bilirəm ki, turşu ilə spirtin reaksiyasından, yəni CH3, C oksigen OH, bunun üzərinə hər hansısa bir dənə spirt gəlirəm. Spirti bilmirəm kimdir. HOR və reaksiyasından nə alınır? Buradan OH, buradan H çıxır. Və alınır CH3, C oksigen OR. Uşaqlar, bu belə bir şeydir. Və deyir ki, bu alınan Z var. Uşaqlar, Z budur, bax. Z maddəsi budur. Deyir, bunda sigma rabitə neçə dənədir? 13 dənədir. Uşaqlar, sigma rabitə neçə dənədir burada? 13 dənədir. Bunun 2 dənə yolu var. Ya bir balaca vaxt itirərsən. Yəni necə? Vaxt necə itirərsən? Spirt tapmaq üçün. 3 sigma buradadır. CH3-dədir. 4, 5, 6, 6. Deməli, bax, bir neçə sigma var burada? Deməli, 1, 2, 3, bu da 3, 6. Neçə sigma qaldı uşaqlar? 7 dənə qaldı. 7 olması üçün burada CH3 qoysam çatmır. S2H5 uşaqlar bu. Nədir bu? S2H5. İndi gəl yolunu deyəcəm sizə. S2H5-dir. Çünki CH2, CH3 qoyanda həqiqətən 3, 2, 5, 6, 7, 8, 9, 10, 13. Demək uşaqlar, bizim spirtimiz kimdir? Spirtimiz deməli CH3, CH2OH, yəni etil spirtidir. Uşaqlar, bu yol əgər səni qane eləmişsə, sənə digər yolu öyrədirəm. CNH2NO2-də deməli, mən sigma rabitəni demişdim sizə. Qeyri-polyar N-1 üstə gəlinsin. 2N. Bir də demişdim ki, burada karbonla oksigen arasında dənə xət var. 3 dənə xət var. Üstə gəlinsin 3. Qeyri-polyar, bir də polyar. Cəmi nə qədər eləyir uşaqlar cəmi? 3N plus 2 bu ümumi rabitədir. 3N plus 2. Bunun bir dənəsi pi-dirsə, sigma nə qədərdir? 3N plus 1 bərabərsən 13-ə, N də tapırsan 4. Deməli, turşu tərəfdə 2 dənə karbon varsa, spirt tərəfdə 2 dənə karbon olmalıdır. Bu da digər variant. Amma məncə elə birinci variant daha qəşəngdir, elə deyil. Məncə birinci variant daha qəşəngdir. Mən ikisindən dedim də, indi kimin xoşuna gəlsə istifadə eləsin də mən durub nə edə bilərəm? Bu yol belədir də, bu yol belədir. Heç nə şola, qalanların da heç hamı elə bilər də. Qalan hidrogenlərin sayını tapatsan da.
Burada hidrojen 4 dənədir. Burada 3, 2, 5, 6 dənədir. Burada da hidrojen var. 3, 2, 5, 8, 8 dənə də burada da bu belə. Z-də 8 hidrojen var. Z-də 8 dənədir. Burada Y-də 4 dənədir. X-lərin istəyəndə 6 dənədir. Hidrojenlərin sayını istəyirlər. Siz izah etdiyiniz üçün hər ikisi yaxşı idi. Təşəkkür edirəm. Minnətdarım. Arada bir məni tərifləyin bu enerjilərini. Sonra başqa sual. 30-cu sual. Uşaqlar bilirsiniz ki 6 deməli 6H oksigen H. Uşaqlar birisi də Butlerov reaksiyası. Uşaqlar Butlerov reaksiyasıdır bu. Biz deməli bunu belə yazırıq. CH2 bunu 6-ya vururuq. Nə olur? C6 H12O6. Deməli bizim X-imiz kimdir? C6 H12O6'dır. Bu da qızqırmasında 2 dənə maddə hamısı bizim Y-imiz kimdir uşaqlar? C2 H5OH-dır. Mən də bilirəm ki C2 H5OH da bakteriya iştirakına qızqırana nə verir bizə uşaqlar? CH3 COH verir. Bunlar qaydalardır uşaqlar. Bunu bilməlisiniz. Burada karbon atomu X-də nə qədərdir karbon? 6-dır. Y-də nə qədərdir? 2-dir. C-də nə qədərdir? 2-dir. Bundan sonra riyaziyyatdır da. 6 ilə 2-ni cəmlə neçə edir? 8 bölü 2-yə 4. Aydın oldu 30-cu sual. Mən də C yazmışdım. A çıxıb. Şöyle deməli onun cavabı səhv olub da. Onun cavabı səhv olub. Cavab C verilib, səhv. Cavab A verilib. A verilibsə cavab C-də cavab səhv gedib. Deməli bunun cavabı uşaqlar, bunun cavabı şeydir, C-dir bunun cavabı. Uşaqlar bir də hansının cavabında problem var idi? Bir də bayaqkında 28. 28-də. 28-də 1 ilə 4 olmalı idi. Bəli, Amma bəli. bir iç yazmışlar. Hayırsa. Bir də 30-cu sualda olmalı idi C variantı. Yəni Qeyd elədim. Onu qeyd elədim. Başqa 32-yə qədər sual. Tez uşaqlar, tez suallarınızı yenə yekunlaşdıraq. 32-yə qədər sual. Hala model qaldı ya. Bu modeli çatdıramayacağıq desəm bu günlər. 32-yə qədər sual. Biz niyə belə şey yaşayırıq? 32-yə qədər sual. X doymuş bir atomlu spirt və Y doymuş bir asitli karbon turşusuna əmələ gələn Z mürəkkəb efirində karbonun kütlə payı nəyə bərabərdir? Deməli 40%-dir. Uşaq, deməli biz ilk öncə nə yazırıq? CnH2NO2 yazırıq. Və burada karbonun kütlə payı 40%-dir. 12-yə nə deyirəm uşaqlar? 12-yə 40% deyirəm. Maddənin ümumi kütləsi 14N plus 32-dir. Ona da 100% deyirəm. İxtisar işləri aparıram. 2, 5. 14N plus 32 bərabərdir. Bir dəqiqə gözlə, səhv getmədi. Olsun, narahat olma, narahat olma. N burada neçə eləyir? N 2 eləyir ki burada. N2 eləyir müəllim. Mən niyə bəs dondum qaldım? N 2 eləyir, hə? N 2 eləyir, heç nə. N 2 eləyir, heç nə. N 2 elədi, yaxşı, uşaqlar. Deməli, biraz əmələ gələn Z mürəkkəbində karbon kütləsi 40% olarsa, X, Y, Z maddələr molekulun sigma rabitən sayını. Uşaqlar, aydın məsələdə 2 dənə karbon varsa, bunun üçün fikirləşməyə ehtiyac yoxdur. Bu 2 dənə karbondan məcbursan birini turş tərəfə qoyarsan, hə uşaqlar? Birini nə tərəfə qoyarsan? Spirt tərəfə qoyarsan. Yəni bunu almaq üçün sən qarışqa turş nədən istifadə eləmişsən? Metil spirtdən istifadə eləmişsən. Buradan OH, buradan H çıxıb da. Tutun söhbəti. Deməli, sənin X-in kimdir? CH3OH-dır. Y-in kimdir? HCOH-dır. Z-in də ki, bəllidir. Uşaqlar, indi bunlara bir sigma tapmaq lazımdır. Deməli, bizim CH3OH-ımız budur. Bunda sigma rabitə nə qədər? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5 dənədir. Yəni, 1-ə gedəcək C. Sonra uşaqlar, Y kimdir? HCOH-dır. 1, 2, 3, 4 dənədir. Deməli, buna gedəcək E. Ən nəhayətində gəldi. Bu sonundur uşaqlar. Burada sigma rabitə nə qədər? 1, 2, 3, 4, 7 dənədir. Aydın oldu 32-ci sual. Keçək növbəti 30-cu suala. 30-cu sual topluda da var idi. Burada nəticə yaddan çıxdı. Glikoza, uşaqlar, glikoza, deməli bunu bir-bir yazalım. Deməli biz glikoza nə idi bizdə? CH2OH, CHOH 4 dəfə, C oksigen. Bu bizim glikozadır. Deməli bundan sorbit alıramsa üzərinə hidrogen gəldim uşaqlar.
İki qat rabitə qırılır, hidrogenin biri bura birləşir. Yəni CH2OH qalsın, CHOH-dan 4 dənə və sonda bir dənə də OH əmələ gəlir uşaqlar. Bu bizim uşaqlar 2 istiqamətidir. İndi gələk bir istiqamətinə baxaq. CH2OH, CHOH-dan 4 dənə, C oksigen H. Oksidləşən zaman uşaqlar, qlükon turşusu oksidləşmə reaksiyasıdır da. Yəni gümüş güclü ilə, mis OH2 ilə nəsə də. CH2OH, CHOH 4 dəfə, C oksigen OH. O belə bir şey. Bir çevrilməsində pi rabitənin sayı bir vahid azalır. Uşaqlar, bir çevrilməsi nədir? Glükozdan glükona keçirik də. Pi rabitənin sayı ümumiyyətlə burada nədir? Dəyişmir. İki çevrilməsində pi rabitənin sayı bir vahid azalır. Bəli. Çünki pi rabitə qırılır burada. Spirt əmələ gəlir. Hər çevrilmədə asimetrik karbon atom sayı yalanmış olar. Ümumiyyətlə glükozla hidrogenləşəndə də, oksidləşəndə də asimetriklərin sayı dəyişmir uşaqlar. Çünki bunu əvvəlki dərsdə topluda 50 dəfə demişəm əvvəlki dərsdə. Hər çevrilmədə birlik karbon atomlarının sayı artır. Bu da yalanmış uşaqlar. Karbon sayı dəyişmir burada. Yəni niyə artsın? Hər çevrilmədə ikilik karbon atom sayı dəyişmir. Bəli. Ümumiyyətlə uşaqlar, karbon burada niyə dəyişsin? Bura oksigen gəlir, hidrogen gəlir. Karbonların sayı niyə dəyişsin? Aydın oldu mu? Doğru değil. 1, 3 və 4. 30-cu sual. Bunlar görünür də uşaq. Bunlar çox tez görünür. Pi rabitənin sayı. Çünki burada pi rabitə qırılır. Burada dəyişmir pi. Çünki sadəcə oksigen gəlir də bura. Gümüş güclü ilə uşaqlar. Glükon turşusu bilirsiniz də. Gümüş güclü reaksiyasından bir də mis-OH2 ilə əmələ gəlir də. Oksidləşmə reaksiyalarıdır. Aydın oldu 33-cü sual. Mənim saatım səhvdir. Kompüterdə mənim saatım həmişə səhvdir. Ona görə bilirsən adı nədir? Bəzən qarışdırıram vaxtı, zamanı, həm aləm dəyər verdim. Belə uşaqlar, başqa son bir dənə sual qaldı. O da qalıb 10.52 göstərir. Bəli, bəli. Başqa sual var uşaqlar? Başqa sual. O 34 də qalıb kimdəsə? O 34 də qalıbmış. Bu sual haqqında əslində mən əvvəllər çox ətraflı danışmışdım sizə. Riboza CB H10O5-dir və riboza bilirik ki, 5 dənə karbon var burada. 1, 2, 3, 4, 5 və aldehid spirtdir və burada oksigen var. Və ondan sonra başlayıram ikinci karbondan OH-larımı düzməyə başlayıram. Və burada OH-larımızı düzürük qəşəng. Hə, elədir. Mən onu saatı səhv qoymuşam ki, o belə. Şöyle bu da asimetrik karbon, bu asimetrikdir, bu asimetrikdir, bu da asimetrik. Və hidrogenləşdirək bunu. Bir rabitə qırılır. Hidrogenin biri bura, biri də bura. Şu an nə alınır reaksiya nəticəsində? Nə alınır reaksiya nəticəsində? Baxın uşaqlar, diqqətlə suala baxın, sonra da siz hardan gəldi? Bax belə. İndi uşaqlar, deyir ki, dəyişməyən. Ümumiyyətlə, artan nədir? İkili karbon atomlarsa, ümumiyyətlə, karbonlar niyə dəyişsin uşaqlar? Karbon sayı niyə dəyişsin? Yəni, bu, deməli, bu uşaqlar 3-ə gedəcək A. Asimetrik karbonların sayı. Bir dənə gözə kimdən soruşaq bu sualı? Kimdən soruşaq bu sualı? Ülviyə səndən, Ülviyə gedib, Ülviyə çıxıb dərsdən. Yox, burada. Ülviyə səndən soruşaq bəlkə. Asimetriklərin sayı necə dəyişir burada? Bir vaid azalır, bir vaid azalır. Bəli, qəşəng. Uşaqlar, baxın bir dənə. Biz bunu həmişə deyirdik. Baxın uşaqlar, bu karbon var, bu karbon. Bu karbon asimetrik deyil. Niyə? İki tərəfi eynidir. Bəli, 400 bal, bəli, doğrudur. Deməli, uşaqlar, asimetrik karbon atomların sayı nədir? Azalır. Bu bura gedəcək. Pir rabitənin sayı azalır uşaqlar. Bu da bura gedəcək. Çünki qırılır axı pir rabitə. Karbon atom hibrid orbitalların sayı. Uşaqlar, bu artır. Bilsiz niyə? Çünki karbon sp2-dən nəyə keçir? sp3-ə keçir. Hibrid orbitalların sayı nə edir? Artır. Karbon kütlə payı uşaqlar. Karbon kütlə payı nə edir sizcə uşaqlar? Karbon kütlə payı azalar. Uşaqlar,
Bu sual qəbul imtahanlarında çox uşağı 30-dan eləyib. 30 sualı bununla qaçıran uşaqlar olub. Bir varianta 3 dana uyğun gəlir. Bilge deyim müəllim, eşitmədim bir də soruşam. Test işləyirdim. Neyse daha getdik ya, daha getdik. Problem yok. Daha getdik sual. Soruşdum ki, ribozada asimetri necə dəyişir? Deməli, uşaqlar, keçən dəfə nə müşahidə eləmişəm? Birinci qrupların dərsindəyəm. Birinci qrupların dərsində. Ya canlı salsın heç nə olmaz. Birinci qrupların dərsindəyəm. Uşağın biri sən nə eləyib? Uşağın biri. Eşidirsiniz də uşaqlar? Hə. Birinci qrupların dərsində fikir verin. Bir dənə uşağın təsadüfən səs açıq qalır. Uşaq iki dənə bildim ki, iki telefon qoyub da. Eyni anda fizika dərsi də var. Kimya dərsi də var. Uşaq iki telefon qoyub ikisinə qulaq asır. Biliniz, oradan fizika müəllimi danışır, nə bilim, Lorentz qüvvəsi belə gəldi. Ondan sonra mən buradan deyirəm ki, küçürdüm, yodla reaksiya getmir. İnanırsan. Ne qədər gülmüşəm. Deyirəm, ola, sənin beynin nə olacaq orada? Müəllim oradan qışqırır. Sual qaydasına görə. Mən də buradan deyirəm. Çıxıma görə 100% bu qədər alınır. Uşaq inanırsan, qulağı iki yerə bölünür. Beyin ikiyə bölünür. Ona da qulaq asır, mənə də qulaq asır. Sonra deyim ki, valla sən nə yaşayırsan? Bu nə zülümdür. Elə necə öyrənmək olur ki? Mən nə bilim. Əvvəllər mən futbola baxan vaxtlarda eyni anda iki dənə oyun olurdu Çempionlar Liqasında. Məcbur qaldım ikisinə eyni anda baxırdım da. Bildin necə? Elə bir ki, kompüter ekranını iki yerə bölürdüm. İki dənə pəncərə açırdım. Eyni anda ikisinə də baxırdım da. Onu baxıram ki, heç nə anlamaq məcburiyyətində deyiləm də. Bir sağa, bir sola baxıram. Hə, inanırsan, o uşaq beynini elə bir ki, iki hissəyə bölüb də. Bir hissəsini fizika işlədir, bir hissəsində kimya işlədir. Valla nə bilim. Amma belə bir durum. Yəni hər şey olur. Yəni tədris müddətdə hər şey görmüşəm. Amma belə bir maraqsız vəziyyət. Hətta mənim 11-də dərsim var axı birinci qruplara. 11-də dərsim var birinci qruplara. Mənim Xanət Nəqzadə üstə düşürdünüz. Həm sizə, həm Xanət Nəqzadəyə borclandım. Ha. O birinci qrupların dərsi elədi də. Birinci qrupların dərsi eyni anda fizikaya da qoşulurlar, kimyaya da qoşulurlar eyni anda. Elə uşaq var növbələşdirib. Bir dəfə birindən qayda baxır, birindən dərsə qoşulur. Elə bir ki, bir gün fizikaya qoşulur, bir gün mənə qoşulur. Heç ikimizin də xətrinə dəymir. O belə. Belə uşaqlar, belə bir axıraqda da belə bir gülməli vəziyyət. O görsən deyilədir mən. Amma belə xətrinə dəymir də bir gün elə bir ki, mənə qoşulur, bir gün ona, bir gün qayıtdan baxır. Belə bir vəziyyət olur bizim uşaqlarda. Nə desən, hər variant var bizim uşaqlarda. Yəqin ki, beynin 100% istifadə edilir uşaq. Belə uşaqlar, qəbul suallarına da baxdıq. Adı nədir? Gedək. Yox, indi modellər qalıb. Modellərə adı nədir? Artıq məndə beyin qalmadı modellərə. Prosta mövzuda geri qalmayaq deyə. Mövzuda geri qalmayaq deyə. Gəlin belə eləyək. Aləm dəyməsin bir-birinə. Sabaha götürək azotlu üzvü birləşmələrdən. Uşaq eşidirsiniz məni, uşaqlar? Uşaqlar. Bəli, Azotlu üzvü birləşmələrdən, indi qrupa da deyəcəm. Azotlu üzvü birləşmələrdən nitro birləşmələrlə aminləri götürək. Nitro birləşmələrlə aminləri götürək, yaxşımı? Adı nədir? Gələn dəfədə mən dərsin girişində sizə qəşəng modelləri izah edərəm, quizlərə baxarıq, yaxşımı? Elə bölüşdürək ki, mən də yorulum, valla beyin qalmadı məndə. 34-dən sonra demək ki, 34-ünü izah edədim. O belə. Gələn dəfə belə eləyər, oldu uşaqlar. Bilirsiniz necə? Elə bir ki, azotlu üzvü birləşmələrini dərsiz anlatacağım. Hamısına baxmayasınız. Sadəcə ilk 30-40 dəqiqəsinə baxasınız. Uşaqlar, yəni sizə deyim var, ələxüsusda mövzunun amin turpları hissəsində yəni super şeylər var da, super da yəni. Həmin o dərsdə olan uşaqlar olub mənlə, əvvəlki qruplar, İldiyərdi, Ayağındır, sonra başqa uşaqlar indi adları yadına qalmayıb. Çox uşaq, sonra Onur idi və s. və ilə. Yəni uşaqlar çox oldular həmin dərsdə. O belə. Yəni o dərsdə biz bu barədə ətraflı danışmışıq. İndi qrupa da yenə bu barədə məlumat yazacaq. Yaxşı.
Oldu mu uşaqlar? Mən də çox yoruldum. İnan sizdən qabaqdan müəllimlərim dərsini deyirəm. Bir kuruda beynimi orada buraxmışam. İnansız güclə bala bir özümə Sağ gəldim. olun müəllim. Bax belə Sağ ol. 4-cü gün çox ağır gündür. 4-5 gün dalbadal ağır günlərdir. Oldu uşaqlar. Sağ olun, gecəniz xeyrə qalsın. Gecəniz xeyrə. Sağ ol.